Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 355. bölümün Allah'ın lütf ve keremiyle başlayırım. Gedək görək bu günləri bu programda hangi kitap şansımıza çıxacaqdır. Onunla tanış olaq və onunla biraz düşünək, biraz tanış olaq tariximizlə, insanlarımızın düşüncəsiyle görək nə olur. Divan-ı Əsgərini oxumuşduq keçən cəlsədə ki, zahirən bir kitabdır. Əskəri adında ehtimalən Baba Əskər adında bir şəxs hududən 250 il bundan öncə, yəni 1228 illərində yazıbdır və bu nüsxə ki biz oxuduq, bu 1288 ilində qələmə alınıbdır. Çox gözəl bir xətti var, amma iki bölümdəndir bu kitab. Bir də bu Baba Əskərin şeirləridir. Tamamən irfan, tamamən vəhdət-i vücud, dünyada Allah və Allahdan sonra deyə bir şey yoxdur. Hər nə var. O şagirdlər, o mürşidin danışıqların yazıblar. Çox əla bir kitabdılar hər ikisi. Yəni mən özəlliklə bu Əskəri divanın oxuduğum üçün, ləzzət apardığım üçün deyərəm ki, əgər Əskəri olmasa adam onu deyər bəlkə yazıbdır. 3 nöqtə yazıbdır. Yəni bəzən necə olur ki, belə mühüm şəxslərin adı yadımdan çıxa bilir. Bugünkü kitaba açıram Risale-i Təfasir Şərifə, bir də Divan-ı Nəzimi, adım belə yazıblar əlbəttə, Divan-ı Nəzimi Türki və Hindi, Farsi deyə belə bir kitab yazıblar. O birisinə nə gəldi? Buradadır. Yerine oturmalı gerek olsun. Tamam. Divan Əskərini açdıq və əlbəttə bir dənə də ayrı açmışıq. Tamam, qalsın. Risale-i Təfasir Şərifə nə deməkdir? Nə cür bir kitabdır? PDF-in başında yazıblar. Bu kitab 1059-da yazılıb. Yəni hududən 490 ya 80 neçə il bundan öncə. Əgər bu tarixi nəzərdə alsaq, indi 1447-ci ildir, yox qəməri olaraq. Bundan çıxaq 1059 çıxanda 388 il qalar. Tamam. 388 il öncə bu kitab yazılıbdır. Gedək görək ki, hangi dildə və nə cür yazılıbdır, nə cür biz onu görürük. Bu da bağlamağa məcbur oldum. Əvvəl bu və 486 səhifədə yazılıb ki, PDF-də 243 səhifə görsənir. Kitaba əvvəl baxaq görək kitabxanada necə görsənir, nə vəziyyətdə saxlayırlar. Görünür ki, bunun nazik bir qardon cildi var. Amma kitabın boyu uzundur. Sarı səhifə ilə başlanır. Sarı səhifədə yazılıqlar var. Bu birisi səhifədə cədvəllər çəkiblər. Çox tənzim, çox münəzzəm bir cədvəllərdən ibarətdir və hər cədvəldə hangi səhifədə nə yazılıb onun listidir. Bu birisi səhifədə də list yazılıb, amma da davam eləməyiblər. Sonra kitabın özünə gəlirik, Bismillahirrahmanirrahim deyə kitabı başlayıbdır. Üstdə bir təzhib görürük,
Bismillahın dövrəsində və üstündə təsvir görürük ki, bu keçən cəlsədə belə bir kitab gördük. Bir ayrı cəlsələrin birində. O cürdür, yəni çox rəhli-rəhliyiblər və fərqlidir. Yəni düzdür o günbəz dediyimiz məscid günbəzi var. Onun içindəki güllər var və onun üstündə göyə gedən var, amma rəhləri fərqlidir və modeli fərqlidir. Buna görə bu harda yazılır? Bunu köylüm istər ki, öyrənim. Kitabın dövrəsində əgər gözlərim mənim diqqət edəsə, açsa və bunu tapsa, nəzərimə gəlir ki, bir neçə xəttinə, cizgi ilə bir şey çəkiblər. Çərçivə. Bu çərçivənin rəhləri mən gördüyüm qırmızıdır, yaşıldır, qərədir və mavi ya abi ya göy. Biz göy deyirik ona Qəradağda. O cür bir rəngidir. Xətt çox gözəl bir xətt ilə yazılıbdır. İnsafən çox gözəl bir xəttdir. Bəzi kəlmələrin üstündə qırmızı, yəni başı üstünə qırmızı xətt çəkibdir və bəzi kəlmələrin də başı üstündə bir növ nöqtələri bir-birinin dibinə düzübdür. Və kəlmələri qırmızı yazıb bəzisin. Burada Əmma Bədi gördüm və burada Sultan Məhəmməd xanı gördüm. Ehtimalən bu ayrı bir Sultan Məhəmməd xandır. Səbəb təlifiyə və ondan sonra fəsilləri görürəm. Kitabın dediyim kimi boyu çox uzundur. Kitabın üç tərəfində yazıya boş yer qoyublar, amma görsənmir. Bəllidir, çox əla bir kitabdır. İçində ərəbcə şeirlər var, hədislər var, ehtimalən farsça şeir ola bilər. Kitabın təəssüflə hətta bu nə ola bilər? Məsələn, mənə çox əcib gəldi bu. Deyə bilirəm ki, bu bir şey dairə kimi bu kitabın üstündə belə sürtüblər bəzi yerində və bu tərpəşib. Yəni, məsələn, 2 dənə dairə mərkəzli hərəkət olubdur, amma bir şeylə də olubdur ki, bir qərəsi də var imiş üstündə. Əgər desən bir növ dəsmaldır, ondan siliblər beləsi və o dəsmalda kəsif imiş, onun üstündə olan rəhlər yapışıb qalıbdır o hərləmənə. Şayad o cür bir şey ola. Bəzi yerdə bu görsənir, çox yerdə görsənmir. Məsələn, burada da gen görsəndi. Burada da bir ayrı cür görsəndi. Burada da var. Hər halda kitab üstə vərəq səfəsi də qoyublar, amma bu soralar yazılandır. Bu kitabın əslində aşağı səhifələrində sonuncu səhifədə nə başlayacaqdır, onu yazıb. Hər vərəqin sol, desək sağ-sol, A, B bölüm səfərin səfəsi, vərəqin A səfəsi, B səfəsi ya A, B səfəsi, B səfənin aşağısında o birisi səfənin başı, vərəqin başı nə cür başlayacaq, onları görürük tamamən yazıblar. O dediyim vəziyyətdə təəssüflə hər neçə şeydən bir təkrar olubdur, səhifədən bir. Bəli, hər neçə səhifədən bir, ya hətta bəzən 2-3 səhifə dalbadal o cüzü bir vəziyyət görsənir burada. Amma çox da su görsənmir. Mənim nəzərimə gəlmir ki, bu su olsun, bu kitaba su gəlmiş olsun. Burada indi bir şey əlbəttə gəlibdir. Cəlib budur ki, elə bir bu kitab, məsələn, elə bir ki, kitabın üstünə bir sarı nəqqaşlıq eləyiblər əvvəl. Sonra onun üstündən yazıblar. Sonra bir hadisə olubdur, nə olubdur bəlli deyil. Ki, bu kitab ehtimalən bir ayrı kağız, yapışqan kağız qoyublar bunun üstünə. Bu yapışıb buradakı hərflər qopubdur. Səfənin o rəngi ki var imiş, üstündə də qərə rəngi ilə yazıblar. Onlar qopubdur. Bu belə görünür. Mənə o cür gəlir, çünki bu birisi, məsələn, diqqət edirəm, bu birisi səhifənin ya qırağından da ki, istir qutarsın, bir 6-7 milimetrik bir yazı da ora düşüb. Yəni, buradan qopub, bura yapışıbdır. Belə bir şey də görürəm. Yəni, o da məni burada bir növ yapışqanlığın, bu kağaza ahar deyirlər. Bəlkə ahar kağazdır.
Ondan dolayıdır. Ya mən harda bilmirəm nədir əslində. Bəlkə o bir növ çəsb kimi, bir növ xəmir kimi bir şeydir. Kağızın üstünə yapışdırırlar, daha qalin dursun, daha möhkəm dursun. Bilmirəm. Kitabın xətti çox gözəldir. Burada biraz dəyişdi nəzərimə. Biraz qeyddim dalıya görüm ki, dəyişdi ya yox. Mən o cür nəstə kitabın ola bilər. Burada aşağıda bir şey yazıbdı. Bir paragraf deyək yazıbdı. Bir bölüm yazıb, bir bənd yazıb. O bəndi ehtimalən düzdür, düz deyil, qıraqda yazıbdı. 11 nəməni cami deyə belə bir şey qıraqda da yazıb. Ehtimal verirəm ki, bu o olmuş ola. Əlbəttə bu tərəfdə də o cürdür. Əcəba bunlar rəhlər bu səfərdən bu səfər keçibdi. O da mənə indi bir sual oldu. Çünki hər iki səfərdə aynı nöqtələr görünür. Kitabı biraz hızlı vərəq vurun. Bu cürsə cüz'iyyat çox mühümdür. Amma bir kitabı tanımaq üçün burada da şeirdir. Yenə də aynı. Bəli, burada mənim o fərziyyə ki deyirəm, o nəzərimə getdikcə çoxalır. İndi burada səfənin aşağı bölümündə bir 4 sm, 5 sm boyunda yazıların üstündən rəng bu tərəfdən qopub, bu tərəfə, bu tərəfdən qopub, bu tərəfə. Əslində rəng hər iki tərəfdən qopub, amma rəhlər bir-birinə də yapışıblar. Yəni rəh kitabdan qopubdu bəzi yerlərdə. Amma bir-birlərinə də yapışıblar deyirəm bə. Bu yenə də çox ehtiyacı vardı ki, oxunsun, baxsın. Bu səfərdə aynıdır, bu səfərlərdə də aynıdır. Aşağı tərəflərində bunların zahirən diqqət eləməmişdim, var. Əl yazı dəyişdi, o əl yazı qətən dəyişdi və fərqli bir əl yazıya getdi. Ehtimalən bu kitabı neçə nəfərlər yazıblar, amma çox gözəl bir kitabdır. Yəni içində bir dənə farsça şeir gördüm. Bu da 2 dənə. Cəlibdir, bir məqtədən o çox içində fars şeiri zahirən yerləşdiriblər. Kitab dediyim kimi çox böyük kitabdır. Yəni 243 vərəqdir cildi ilə, filanı ilə, bəlkə 40 çox olar ya az olar. Orası dahi əlbəttə PDF hamısını göstərir. Yəni fərq eləmir. Burada yetişirik bir yerə ki, yəni kitabın 188-ci və 190, əslində 189-cu səhifədə yetişirik bir yerə, kitabın 3 tərəfi ki boş idi. Onun hər üçündə də böyük, geniş bir qıraq yazı yazıblar. Çox geniş bir qıraq yazı ilə səfərlər davam edir. Burada da elə bir barmaq basıb, baş barmaq basıblar. Nə ediblər kitabın burasına? Əksi də düşüb bu birisi səhifəyə, bu birisi səfərlərdə də əlbəttə var. Ehtimalən kitab şeydir, barmaq basma deyil. Bu elə bir sudur, nədir? Tökülüb tamam kitabın sonuncu səhifələrində də davam edir. Hala davam edir, azaldı və getdi. Yenə də bir zərrə qalır, indi itdi. Bu səhifə 210-cu səhifədə də böyük yazılar var. Yenə əl yazma dəyişdi. Və bu kitabın zahiri olaraq yenə də burada kitabın çürüməsi iki tərəfdən, amma burada yenə də tərsədir. Yəni bu birisi səhifədə aşağıdan, bu birisi səhifədə yuxarıdan o rəng qopubdur, amma yazı getməyib. Cəlib budur ki, yazılar qopmayıbdır. Fəqət yazının altındakı o sarı gedibdir. Sarı gedib, sarı zahirən bir gedən bir şeydir. Sarı gedə bilir və o bunlardan əks salım mən. Buradan bir dənə əks salım. Bunu bəlkə bunu mənə PDF köməklik edir. Bunu anlamağa yardımcı olar. Təqribən kitabın sonuna gəldik. Və qutardı.
Kitabın sonunda bir şeir ilə qurtarır zahirən. Biraz geçəldim, görürüm ki, buradan bir tarixi çıxada bilərik ya yox. Nə oldu burada? Belə bir şey olmayacaq da mı oldu? Tamam. Ben bir səfə qeyd etməliyim dalıya. Bunu biraz yekəltməliyəm ki, təlifi, tarix təlif. Onu qalsın sonra oxuyarıq. Tarix təlif. Tarix təlif lil müəllif. Burada da üstdə də bir şeylər yazıb, amma tarixə biz geçək, görək tarix yazıbdır. Bismillahirrahmanirrahim oxumağa başlayaq. وقد اتفق الفراغ من تنمیگه بفضل الله و توفیقه على ید المؤلف مقبلا احتمالا مقبلا من الانواع اللامعة الشارقة من مطلع المشکات السامعة البارقة fi yevmil ahadis salisi. Bunu tarix yazıbdı. Kitabı bir oxuyaq, fəqət bir şeylik, sonra bunu axırda yenə yazarıq. El-Bariqə fil yevmil ahad şənbə günü əs-sadisi əşərə min cəmadihil axər, cəmadi-al-axər ayının 16-sında səni-i 59 və əlif və il 59 57 və əlif. 1057 burada yazmışlar 1059. Bəlkə də 59 tisət 9 olur, bəli. 1059. Minəl hicrətin nəbəviyyə əla sahibəhə əkməli təhiyyət. Yazan bir sahibinə və ənə əfqərül ibad ilə rəhmətullahil kərimil cəvad Abdullah ibni əs-Seyyid Muhammed ibni Abdullah əl-Qüstəntəni. Bu, bugünkü İstanbul dediyimizdə yaşayan ya oralı bir Abdullah ibni, adı Abdullahdır, Seyyid Məhəmməd oğludur ki, Seyyid Məhəmməd özü Abdullah el-Qüstəntəniyin oğludur. 3 nəslinin adını gətiribdir. Özün, dədəsinin və babasının. Müstəndi Mevlidən və Mutinən el-Beyrami el-Cəlvəti. Bu da Mevlid və Mutin, həm doğulduğu yer, həm vətən elədiyi yer. El-Beyrami və el-Cəlvəti təriqət. Təriqət ki bağlıdır, fikr olaraq, irfan olaraq bağlıdır. Cəlvəti amma Beyrami qolu. Vəl-Mevləvi tərbiyyətən beruzbeh Rumaniyə. İhtimalən tərbiyyətən beruzbeh Rumaniyə, ruhaniyyə. Qəfərallahu lehu və li valideyhi və li banihi və li ustazihi və mürəbbihi qəfərənə əzimən min lədeyhi və limən qərəə və kətəbə və səmiə səmən yəqinən və limən duana bil xeyri xeyyərallahu lehum فهم دقائق حقائق أسراره وفتح عليهم أبواب الخير كله بلطفه وإحسانه وبره آمين آمين يا أرحم الراحمين يا مجيب السائلين به حرمت طه. Gene buradan geçir bir sahih ta'lif maqbul ve müsellem nasihatname şahan alem azab mecmu'edir hakka bu ta'lif revadur her ne yüzden olsa tavsif. Şeir devam edir, qalsın burası da. Axirdə incədək o birisi səhifə əgər mümkün olsa ki orada qutarır. Şeirin sonunda qutarır. Tarix elə buradaydı. Biz o tarixi qoyduq, dedik burada. Sonra kitab orada qutarır. Bu əldə cədvəli 2 yerə bölübdür. Bir şeylər yazıbdır. Görək ki bu nədir? Və təxəllüf və udul etsələr envai azab ve uqubete giriftar olurlardı. Zira emrehu çilkil melik ile oxuya bilmirəm bu xətti.
Düzünü axtarsınız, biraz zora düşdüm. Əl-Məliki ilə hər bir hüsnü əqrəbin, hər bir cinnu əqrəbin üzərinə birər mənə müvəkkil olub, məlik ya mələk müvəkkil olub, əcinnə ol mələikəyi görməzlər idi. Pəs hər qəngisi əmri Süleymanidən rəhi gərdan, pəs qəssə Davud əleyhisselamdən cuyayı nəsihət olan ərbab-ı fitnət və bak naqisdir. Buyurdu və əmma muris Davudidən ma əda haqqı cəllə və əla. Tamam. Hər nədir bu qalsın. Bunu gördüyüm bir şey yadıma düşdü. Geçən günlərdə bir kitab oxuduq, tanışdıq. Bir kitabla oxumadıq əslində çox. Bir kitabla tanış olduq. Bu kitab belə bir nağıl hekayət edirlər. Adı nə idi onun? Gedib bura baxsam yadıma düşər. Yazılarıma bir xülasə. Təracümə. Təracümə adlı bir kitabla tanış olduq. Bir neçə cələsə bundan öncə. Fikrim ki, 2 cələsə də onun haqqında danışıb. Kitabın nağılı belədir ki, bir nağıldır, düzəldiblər. Bilmirik ki, bunun həqiqəti var ya yox. Deyir ki, Yəhudilər, alimləri gəldilər böyüklərin yanına, Əbdüssalamdır, nədir, onun yanına gəldilər. Dedilər ki, bu Həzrəti Muhammed bir din gətiribdir, bizim dinimizi nəsx edibdir, fəsx edibdir, batil elam edir, bizləri cəhənnəm əhli bilir, bizim dinimizi qəbul eləmir. Biz bir yol tapmalıyıq. Dururlar, nağıla görə dururlar, öz kitablarını axtarırlar, görürsən kitabların harası çətindir, anlamırlar, ya anlamaqda zor çətindirlər, ya hər adam bilmir o bölümləri, onları toplayaq, gedək Həzrət Məhəmməddən soruşaq. Dururlar, gəlirlər Həzrət Məhəmmədin yanına, məsələn, neçə aydan, neçə ildən sonra indi bu çəkir, bəlli deyil, daha aslında çox xülasədir bunlar. Gəlirlər Həzrət Məhəmmədin yanına və Həzrət Məhəmmədlə danışırlar ki, sən doğru deyirsən, gərək bunları deyərsən, doğru demirsən də ki, Peyğəmbər olmasan, Allah tərəfindən olmasan, bunlara bilməyəcəksən, bizə cavab verə bilməyəcəksən. Əgər sən bizə cavab verə bilməsən, sən dinindən çıxacaqsan, qeyd edəcəksən, dədənənə dini var. Yox, əgər cavab versən, biz dinimizdən çıxacaq, gələcək sənin dini var. Həzrət Məhəmməd zahirən çox özünə şək gelir və Allah mən neyniyim, neynəmiyimə düşür. Həzrət Cəbrəil gəlir ki, Allah məni göndərdi sənə bu çətinlikdən köməklik edəyəm. Calibdir, bu kitab neçə yüz səhifədir. Bu Yəhudilər alimlərinin 40 dana sorusu var burada. Bu 40 soruya cavab verir Həzrət Məhəmməd. Bu kitaba görə. Calib budur ki, belə bir kitablarla Yəhudiliyyəti keçirdiblər İslamın içinə. Yəni Həzrət Məhəmməd Yəhudiyyətlə bir mərhələdən sonra Məkkədən Mədiniyə gələndən 2 il sonra ehtimalən əvvəl bir siyasi, ləfzi və dini bir savaşa girir. Sonra silahlı savaşa girir. Və belə bir adam oradan sonra dahi Yəhudi dininə, Yəhudilərin nəqli qollarına keçməməlidir. Allah fəqət Yəhudilərdən Peyğəmbər gətirməyibdir ki, o birisi millətlərdən keçib onlardan deməlidir. Amma nədən isə, əlbəttə bunu mən axtarmamışam, ChatGPT-dən də soruşmamışam, yəni bu aylardan da soruşmamışam, bir axtarış ola. Amma belə bir dövrə, belə bir kitablar, soralar yazılıbdır. O iki Həzrət Məhəmməd o mərhələdən dahi bu Yəhudiyyətdən uzaqlaşıb, onlar Həzrət Məhəmməd dahi mənbə deyil, qaynaq deyil o mərhələdən sonra. Həzrət Məhəmməd onlarla düşməndir, onları düşmən tutur və özü də onlara düşmənlik edir. Belə bir durumda sonralar mollalar kitab yazırlar, hətta bu kitabın tarixini də yazmışdıq. Bu kitab neçinci tarixdə yazılıb, o mənə çox mühüm idi. 980-ci ildə ta 1050-yə qədər.
Yəni bu illər arasında 980 hicridən ta 1050-yə qədər, yəni üst-üstə desək 500 ili, 450 ilin 400 il ilə 450 il arasında ya 500 il arasında az qala bu kitab yazılıbdır. Yəni o zamandan hələ bu kitabda, bundan öncə də həttəmən var. Yəhudiliği İslamın içinə keçirtməyə, İslam adına, sual adına, bəhs adına, elmi adına İslamın içinə keçirtməyə çalışıblar. Bunu mən neçə gündür hey yadıma düşür, gedirəm, gecə yatanda yadıma düşür ki, bu kitab çox önəmli idi. Mən bu qonunu niyə demədim? Sonra yenə bir yadımdan çıxır. İndi kitabın burasını oxuyanda birdən gördüm bir şey var, onu mənim zehnimə gətirdi, dedim bunu deyim. Mən mənnə və cərmənə əla əbdil. Bu nə deməkdir? Mən mənnə minnəhu və kərəməhu nə'd əla əbdil fəqir Əl-Hac Məhmud Bəliğ İbni Mustafa İbni Sənəullah Əfəndi Qəfərəllahum və təcavüzə ən səyyiatuhum 28 Rəcəbi 1248. Ehtimalən burada bu kitabı alıbdır. Min mənnihi və kərəmihi. O adam ki mənə minnət, o ya Allah ki mənə minnət qoyubdur, minnətinə, kərəminə filan belə bir şey. Təala, buradan o Təala, mən nəət oxudum, ehtimalən Təala olacaq o. O cürsə oxunmalıdır. Deyir ki, bu kitabın sahibi kimdir? Əla Əbdihil Fəqir Hac Məhmud Bəliğ İbni, adı Hac Məhmud Bəliğ ki, Mustafa'nın oğludur. Mustafa da Sənullah Əfəndinin oğludur ki, Allah hamısına rəhmət eləsin və günahlarını əfv eləsin. Bu kitabı aldığı tarix 1248 Rəcəb olur. Zahirən qədimdə mini bilirdilər. Onu elə axtatdığı mindir. 248-i orada qoyubdur ki, tarix bəlli olsun. Bunu da öyrəşirəm. Yavaş-yavaş bunu öyrəşirəm ki, minə gələndə bəzən o ədədi yazmırlar. Çünki adam onun təzmini tutur ki, mən Peyğəmbər zamanı deyirəm. Hər kəs bu kitabı oxusa, kitabı ilə baxan kimi bilər ki, bu Peyğəmbərə yaxın deyil, biraz uzaqdır. Onun üçün mindən bu yüzdə də belə iş görüblər. Minəcanda ədədlər 3 rəqəm olduğu üçün yazırlar. Bu birinci mətləbdir, bu cildin açanda görürük. İkinci, Ən Əbi Hüreyrə rəziyallahu ənhü innəhu qalə. Əbi Hüreyrədən nəql edibdir ki, o da Allah razı olsun, innəhu qalə, o dedi ki, qalə Rəsulullah, Həzrəti Rəsul buyurdu sallallahu aleyhi və səlləm, Muhammed nəfsun ən Oho, indicə bunu oxu. Muhammed nəfsun ən muvamiə kərbətən məkərə dünya, bilmirəm. Oxuya bilmədim, yəni oxuya bilmədim. Anlamadım, yəni anlamadığım üçün də bilmirəm nədir. Belə bir hədisdir Həzrəti Muhammeddən burada nəql edibdir. Bundan da geçək, gedək o birisi səhifəyə. Bu səhifədə dediyimiz kimi fehristidir. Səbəb təlifi kitab, vücudu Həzrəti Adəm xəlifə Rəbbül Ərbab olduğu ikinci səfədir və habelə davam edir. Və axırıncı səfələrdə beləsi bir qonular gedir. Bu iki səhifədə boşdur. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Dediyim kimi boyu çox uca boylu bir kitabdır. Uca boyludur. Gəldik yetişdik birinci səhifəyə. Bismillahirrahmanirrahim. Elhamdülillahiləzi ləhu mülküs səmavati vəl-ərzi və ləm yəttəxiz vələdən və ləm yekun ləhu şərikun fil mülki və xələqə kulli şeyin fəqəddərəhu təqdirən və xələqəl insanə min turabin fəmin nutfətin ehtimalən beləsi olacaqdır. Amma burada sümmə olacaqdır. Sümmə min nütfətin fəcələhu səmiən bəsira və nəsiyyən və məhra ehtimalən beləsi olacaqdır. Sümmə ictəba
منهم الانبیاء و جعلهم فی الارض خلفاء و امرهم بأن يحكموا امین الناس بالحق و بأنهم biraz da bunu geçetmek lazımdır. Görüm okuyabilsem. Ve nehahum an itba'i nehahum ve nehahum nehyeledi onları an itba'il hava ve kanu mübeşşirine ve munzirine liyehtedû bihim ve yettehuzu ila rabbihim sebilen fesubhanellezî yu'til mülke men yeşâ ve yenze'ül mülke mimmen yeşâ ve yeizzu men yeşâ ve yazillu men yeşâ biyedikel hayr lehul hükmü vel kudreti vel izzetu vel kibriya Allahu la ilahe illa huve lehul esmaul husna ve salatu ve selam ba'd ve salatu ve selam be'adedi zerratil gabra'i ve nucumil kezra'i ala seyyidina ve maulana Muhammed'il Mustafa خاتم الرسل والأنبياء وعلى آله وأصحابه الأنبياء الذين هم نجوم السماء الهدى والتقى والتقى وعلى كل من اقتدى بهم واهتدى وعلى جميع الأنبياء الأصفياء اللهم اجعلنا من التابعين لهم بالحسنى رب اشرح لنا صدورنا و یسر لنا امورنا واحلل عقدة من لساننا یفقهوا السامعون قولنا واجعل هذه تذکرة لمن یخشى ربنا لا تزغ احتمالا قلوبنا بعد او هدیتنا. Amma بعد kitap buradan geldi, Kur'an'ın ayelerinden koydu birbirinin dibine, özünde duaların koydu bunun birbirinin dibine, bir tane dua elədi buradan, bir tane Allah'ın əzəmətinə, Peyğəmbərə və Quran ayələri ilə də bizə köməklik elə qəlbimiz düşünsün. Çox gözəl sözümüş o bu Rabbi işrah lena sadrena, bizim beynimizi aç. Çox gözəl sözümüş. Biz bunları anlamırıq. Bizə elə deyiblər ki, elə dedik, nədir? Yox, çox gözəl sözümüş. Rabbi işrah lena sudurena və yəssir lena umurena. Düşünməmişik. Mən düşünməmişəm, yəni. Bəlkə çox adamlar düşünüblər, mən düşünməmişəm. Amma bəd nəss-i kərim tilkəl əyyam nəss-i kərim, ehtimalən mən nəss oxuram. Kərim tilkəl əyyam çox xoşxət yazılıb məsələn. Amma bunu oxumaq üçün gərək daha yekəldən, daha yekətmək üçün də gərək bunu nə deyirlər? Gözlük vuram. Tilkel eyyam nüda ve leha beynin nasi şeydir. Burada bir ayeden gelir, sonra da mübtegasınca mürebbe'nişini تحت sultani olan xəbaqin al Osman hər biri aleyhim salam likülli zaman dövlətün və ricalun və vifqincə əhd-i xilafətlərində اوقات illiyə və saat səniyyələrin hifz-i hudud-u suğur-i bilad və rəf-i məvad zülm və fəsad və rəf-i liva-i غزو و جهاد غزا و جهاد و قمع بناء کفر و ایناد و انتظام احوال عباد و مصروف قلب و انتظام احوال عباده مصروف قلب محافظه بیضه اسلام و معاهده احکامی جد تام یا جد نام و تمشیت دین حنیف نبوی و تقویت شرع شریفی مصطفوی
Yenə Müstəfəvi bu səhifədə də gəlibdi. İndi burada 2 dənə iş görübdü. Ehtimal verirəm, ona görə səhifəni kiçildik. Bir budur ki, cümlənin davamını gətirib də aşağıda məsələn təfviyə-i şər'i şərifi Müstəfəvi kəlməsi bu birisi səhifədə də əvvəldə gəlibdi. Bir də çərçivədən eşikdə yazıb ya yox, yazmayıbdı. Burada görmədim. O birislərdə də diqqət eləməmişdim, amma bir-iki səhifəyə baxsaq, diqqət eləsək görürük ki, bəli, bəzisində yazıbdı. Yəni bunu belə bir şey görmüşdüm. Ona görə bəzi səfələrdə aşağıda yazıb. Məsələn, burada çənd yazıb, əmir yazıb. Burada bir gedən. Bəzi səfələrdə əvvəllərdə yazmayıbdı. Amma ondan sonra görürük ki, yazıbdı. İndi burada da bəzi yerdə, bir də diqqətli, bəzi yerdə görürük ki, kitabın içində, çərçivənin içində qələt yazıb ehtimalən. Onu gətiribdi eşikdə düzün yazıbdı. Məsələn, burada olmağa yazıb kitabın içində. İndi gəldik yenə bir amma olmaqlə. Onu götürübdü, olmaqlə yazıbdı. Olmaqlə. Orada bir əlif varmış midən sonra. Onu deyir ki, qələtdir. Bir də yazıbdı olduğumda ya olduğuma. Olduğuma bu da kitabda nə yazmışmış? Elə həman bir neçə sətr ondan üstəymiş. Yazıb ki, olduğuna olubdu. Bu cürsü bəzi qələtləri də ki, özü yazıbdı yazan, katib. O katib, sonra qıraqda bu qətən yazanın əlindəkin çıxan kitab deyil. Bunu bir katib yazıbdı. Ehtimalən də dərbara yazıbdı. Kitabımızı gedək, açaq və görək. Müstəfəvidə ehtimami tamam eylə xidmət. Xidmət biz deyirik, bu ərəbcə kəlmədir. Ehtimalən xidmət deyə gəlir. Beyti Yazdan və himayə-i Mədinə-i fəxri cəhan, taci ibtiha dövlətləri və iqamət salat xums cümə və eydeyn və rəvaci دیباج سلطنتləri olmağın xeyrat cəliliyyələri səhaif روزگارdə مستور və mübərrat cəmilələri səfayih leyl و نهارdə məzkur olub Həzrət Fəxr kainat əleyh əkməl təhiyyatdən rivayət olunan mən kana bu hədisi burada yazıb üstünə həm başı üstünə həm qırmızı xətt çəkibdi, həm də nöqtə qoyub, nöqtə çin qoyub tamamən bunun başı üstə. Bu davam edir aşağıda yenə də aynı vəziyyəti, yəni bir sətr arada fasilə düşübdü, yenə davam edibdi. Aya eyni hədisdir ya ayrı bir hədisdir, onu bilmirəm. Amma belə bir şey yazıbdı. Qıraqda da bir şey görmürəm ki, bu haqda yazmış ola. Hər halda belə bir şivə götürübdü. Əleyhi əkməli təhiyyədən rivayət olunan من كان لدعوات مستجابة من كان له دعوة مستجابة لليد oxuya bilmirəm. Əl-Ola. Bilmirəm nə mənə olsun. Bu nə mənə olsa olar. Çox bir belə də yekətmişik, amma hələ yenə də səfələr, kəlmələr bəzən düyün düşüblər bir-birlərinə. Əl-Ola, əl-əmr. Hədis-i şərifindən olan əmr rəsulə itaət. Mən kânə ləhu dəvətən müstəcabətən lil-yəd deyil. Oxuya bilmirəm. Ulul əmr olur, bəli. Belə bir şey, amma ondan sonra ondan qabaqçı kəlmə nədir? Lil ulul əmrdən hədis-i şərifində olan əmr rəsulə itaət və Fəzil ibn Abbas. Fəzil ibn Abbas bir adamdır, ərəbdir. Məsələn, bundan hədis nəql olubdur. Və Füzeyl ibn Abbas ola bilər, Fəzil olmaz. Füzeyl ibn Abbas qəddəsə sirruhunun, o da bir hədis deyibdir. Ləv əlimtu ən dəvəti müstəcabətən ləcəəltuha lil-xəlifəti qoulinə müvafiqət üçün. O da deyib, əgər mən bilsəm, mənim duam müstəcab olar, cavab alar, xəlifəni dua edərəm. Üstəşi də kim idi? Həzrət Rəsuldan bir hədis idi. O da beləsi deyibdi. Deyib ki, müvafiqət üçün
bu خاکی فرسای جداخت ابتلا و حریق نار درد و ولایی شارح مثنوی kimdir? Abdullah ibn Əs-Seyyid Məhəmməd Əl-Beyrami dəxi. Ehtimalən bundan şarih məsnəvidir bu. Kitabın adı nə olacaqdır? Bəlkə burada çıxacaq elə. Şarihin adı şarih məsnəvi. Və velay şarih məsnəvi Abdullah ibn Əs-Seyyid Məhəmməd Əl-Beyrami dəxi astani səadətlərinin پرورده نعمت و غنوده zilli zalabil. İndi bunları bəzən qələt oxuya bilərəm, çünki zilli zabil rahatləri olduğuna, rəfətləri olduğuna binaən, olduğuna burada olduğuma oluyublar bunu, bəs bu olduğuma binaən və am, davam və duai davam ömr dövlət və sənai qiyam izzü şökətlərinə müdavimət lazımi savab ubudiyyət beləsi bir çətinliğə düşürük bəzi kəlmələri oxumaqda. Lazımi mən savab ubudiyyət ya beləsi bir şey oxunur və mühimmi davai hüquqi şükr nimətdən kiçildaq bəlkə bundan yaxçı görək. Lazımi ədəb-i ubudiyyət oxuyaq. Lazımi ədəb-i ubudiyyət və mühimmi davai hüquqi şükr nimətdən olmaqla ne olub olmaqla dedik, bu o cürsüdür. Dərgah qaziyul hacat təzərrü və münacat oldur ki be hürməti məfxəri mövcudat əleyhə əfzəlissalat hala məsnəd və sadiyi xilafət olan taze nəhal bostan فرمانرای ثمره باکره خاندان عثمان نگاوه سلاله دودمان سلیمانی نوری حدیقی سلطنت حکومت فاتحه عقد کامچاری تمیمه و شاه جهانداری خچم yazım ama şahdır. شاه جهانداری سلطان البرین خاقان البحرین خاقان ابن الخاقان از سلطان محمد خان ابن سلطان ابراهیم خان ابن سلطان احمد خان لا زالت شموس دولته طالعة من مطالع السعود و ما يرحت الاتنا و خیام سلطنت مربوط. Tamam. İndi burada kitab əvvəl çağı yazaq. Hələ ad qalsın. Çağ, yəni Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Sultan Əhməd Xan. Bu dövrdə yazılıbdır. Biz bunu bu kitabın üstə də o şey yazmadıq, amma ola bilər ki, şarihi məsnəvi deyə. Bu kitab Risale-i Təfasir Şərifə ehtimalən bu da olacaqdır elə. O şarihin adı olacaq. Burada bir şarih yazın. Şarih məsnəvi. Ehtimalən bu kitabın da adı Risale-i Təfasir Şərifə olduğu üçün
gedəcəkdir o Məsnəvinin şərhinə. Abdullah ibn Əs-Seyyid Muhammed Əl-Beyrami Tamam. Bunu da burada yazdıq. Bu 2 dənə indi ələ gəldi. Qalanını da ələ gətirsək çox yaxşı olacaqdır. Be outadil xulud ila yevmil mev'ud Həzrətlərinin həmişə əbvabi fəvzi fəlahi cəbin ehtimalən səlahiyyətlərinə güşadə dövri şəhsəvar bəxt و نجاح صدف حمایتlerine nəhada vücud behbudləri iləli mükəddərədən asudə və məhd əmanlərində xalq cahan qunudə olub üləma və süləhaya mail və itaəti şəriət mütəhhərə davam dövlətlərinə əzəm və mütəmail və züəfaya rəhm و şəfəqətlə eyliyə عدل ساعة خیر من عبادت 60 sənə. Əlbəttə sonra eşitə yazıbdı 70 sənə. Yəni o 60-ni 70 eləyibdi. 1 saat ədalətlə hökm eləmək 70 il ibadətdən daha üstündür. Ədalət nə deməkdir? Ədalətin anlamı bizdə nədir? Necə düşünürük? Biz türklər bunu necə düşünmüşük? Ədlu saətin xeyrun min ibadəti 70 sənətin misbatincə ya musubatinə nail və dəavati müstəcabi füqərai cəmi ahad və afat hail olub. Zilli yezdan olan vücud səadət mənşələri ənvari və asar oğladı mücad ilə gedək o birisi səfiyyə zinət əfzای cahan olub pərdə bu bəhrdə olan əskər nüsrət əsəri rayati zəfər ayati ilə mənsur və müzəffər və ə'dai din məkhur və burada bir kəlmə yazıb onu silib tazaşdan üstə yazıbdı. Bu da moqir ya momir ya moqir belə bir şey olub. Mədyi duhur vəl əzman ətəbəyi əl-iliyyələri mültəsəmi şəa xədیوان خداوندان جهان və sətədə-i səyyinələri və səddə-i səyyinələri məzuhəmi ciyah و ədraan cahandaran zaman olmaqdan xali olmuyor. Bir an amin ya Rabbi və ya müstəan به حرمت نبی آخر zaman. Səbəb təlifi kitab. Hər halda gəldik o yerə yetişdik ki, istəyirik kitab görək nə haqdadır, niyə yazıbdır. Elmi şərifi nəhan olmuyor ki, İnnəllâhə la yuğayyiru mə biqavmin həttə yuğayyiru mə bi ənfusihim fəhvayı kərimi üzrə. Bir dənə ayədir Quranda, çox önəmli ayələrdən biri budur. Toplumlara deyir ki, Allah heç bir şeyi değiştirmez. İlla sizin öz iradəzinlə değişər. İnnəllâhə la yuğayyiru mə biqavmin. Bir millətin heç bir şeyini Allah değiştirmez. Hətta o zamanacan ki, yuğayyiru bi ənfusihim öz əlləri ilə değiştirərlər. Yəni biz toplumda hər nə çəkirik, özümüzün də Allah müqərrər eləməyibdir. Siz değiştirə bilərsiniz, yaxşıya değiştirə bilərsiniz, pisə. Amma indi ki bu vəziyyətə razısınız, Allah razı olsun. Yəni Allah neynəsin ki buna?
Yəni Allah sizin tərəfinizdən gəlsin, ləşkər göndərsin ki, məsələn, Xameneyini yıxsın. Ən gözəl tarixdə bir imkan gəlmişdi, qalxasız Şəhrizə alasız almadınız. Neynəsin ki Allah? Allah bundan izafə neynəyəcəkdir? Əsbabı toplamışdı ki, hükümət zəifləsin, çıxıb alasız. Siz qorxaqsız, onu Allah neynəsin? Biz qorxaq. İnnəllâhə la yuğayyiru mâ biqavmin həttə yuğayyiru mâ bi ənfusihim fəhvâyi kərimi üzərə şu misadəyi ə'malidən əhval bəni Adəm məhfilu ya mühəssəlu müşəvvəş və məzac etidal aləm müəttəlu mühəvvəş olduğu eyni etibarda bədidar olub. Qul ma ya'budu bikum Rabbi lawla da'akum. Ma yu'idu ihtimalan ma yu'idu bikum Rabbi lawla da'akum. İhtimalən belə bir ayə olacaqdı. Mən bu xətti qəşəng oxuya bilmirəm. Misdaqınca tövbə və ehtimalən nidamətdir, nədir bu? Və istiğfar və inayət ilə dərgahi mücib dəvat və bargahi mahi zunub və xətayâə müheyyicil təfərrü və münacat olmaq imtiyazıyla ya imtisatıyla bu nə imtisatıyla belə bir şeydir, oxuya bilmirəm. İş bu Risale-i Latife-i Təfasir Şərifə. Kitabın adı budur. Ad. İş bu Risale-i Latife Təfasir Şərifə və Kütüb-i Nəfisə Ənifədən cəm və təlif və 2 bab tamam. Bu Risale-i Latife Təfasir Şərifə. Təfasir Şərifə və Kütüb-i Nəfisə. Da burası adı bu Təfasir Şərifədir bunun adı. İş bu Risale-i Latife Təfasir Şərifə. Əgər istəyək adını düz yazaq, şərh yazıydıq, nə mənə kamil yazım. Ad Risale-i Latife Təfasir Şərifə. Və Kütüb-i Nəfisə-i Mənifədən cəm-ü təlif və 2 bab və hər babı 2 fəsl olmaq üzərə tərtib və tərsif olunub. Ədl ehsanə tərğib, zülm tuğyanıdan tərhib üçün təsnif olunduğuna binaən. Nəsihət-ül muluki tərğibən li husn-i suluk. Kitabın adı ehtimalən bu olacaqdır. Təsmiyəsi ilə Nəsihət-ül muluki. Əsl adı budur. Əsl ad. Bunu buradan yazaq. Ad. Nəsihətül el-muluk tərğibən li husn-i suluk. Tərğibən li husnil as-suluk. Ki bu üsttəki adda bunun şey olsun. Əsli ad budur. Deyir ki adl-ı ehsanə tərğib və zülm-i tuğyanıdan tərhib üçün təsnif olunduğuna binaən Nəsihət-ül muluki qırmızı xətti ilə yazıbdır. Nəsihət-ül muluki tərğibən li husn-i suluk təsmiyəsi ilə tövsif qılındı. Adını qoyduq bu. Yəni üstdəki deyildi. Mən üstdə o baxdım, Təfasir-i Şərifə də məni biraz şey elədi. Amma yox.
Əsl adı budur, deyir ki, binaən Nəsihətül Müluk tərğibən də husnü's suluk təsmiyəsi ilə tavsif qılındı. Kitabın adı budur. Nəsihətül Müluk, şahları nəsihət eləmək. Nəyə? Tərğibən də husnü's suluk, davranışlarının yaxşı olmasına. Kitabın adı budur. Ümidvar ki, ümid var. Ümidvar ki, farsça deyirlər, türkçə sözdür. Ümid var. Ümidvarəm, yəni ümidim var. Elə bu gedib farsçada, farsça deyir və farsdır. Mən ümidvarəm ki, falan şəvət. Yəni bu, mənim ümidim var ki, calibdir. Ümid var ki, si'ə qəbul ilə əsfa edən ərbabi nəhayə səbəbi neyl səadət dünya və uqba olub. Gene bir ayədir ehtimalən, əgər oxuya bilsək. Fələmmə nəsü ma zikru bihi fətəhna aleyhim əbbabə kulli şeyin hətta izə fərəhu bima autu xəzən autu xuznahum bəxtətən fəizahum müblisun kəriməsilə. Belə bir ayə də Qur'andan gətirdi. Zorla oxudum, amma nəzərimə gəlir ki, düz oxudum. Yəni, belə bir ayə zehnimdə az da olsa bir, o qaranlıqlarda, buludların arxasından özün görsə də bilir ki, belə bir ayə Qur'anda var. Təhdid olunan əhl-i insanidən olmayalar. Amin be cahi seyyidül mürsəlin. Bab-ı əvvəl. Kitabın şeylərini oxuyaq, gedək bir ayrı yerə. Bab-ı əvvəl در intizam umur dünya və bu izhar olacaq ehtimalən və اتیار و لزوم وجود خلیفه مولا. در انتظام امور دنیا و اهلها و لزوم وجود خلیفه مولا. Umur dünya və insanlar, əhliha insanlar, bunların umurunun, gündəlik yaşamlarının, toplumsal yaşamlarının intizamı və lüzum-i vücud-i xəlifi-i Mola, Allahın da bir yer üzündə xəlifəsinin olmağı haqqında danışacaq. İkinci fəsl, o bab-ı əvvəlidir. Bab-ı əvvəlin özündə neçə fəsl var? Fəsl-i əvvəl, در ذکر خلافت آدم و موسی و یوسف و داوود و Süleyman əleyhissalam. Görürsünüz, tamamen getdi dahi o ülgün hardan gəlir, qıblan haradır, yönün oradır, üzün haradırsa, biz niyə çox Yahudiyyətdən əsər götürürük? Bundan ki, belə Həzrət Məhəmməd ömrünün yarısını Yahudilərlə savaşıbdır. Düzdür, Quranda ayələr, Yahudilər haqqında çox ayələr var. Yəni 25 peyğəmbərdən 20'si Yahudidir Quranda. Onun üçün də bu müsəlmanlar İslamın ad çəkdiyi peyğəmbərlərə çox lütf-ü məhəbbətləri olduğu üçün tamamen gedirlər, onları misal vururlar. Onu misal vuranda nə olurlar? Onu yaşamaq da istəyirlər. Onu yaşayanda Yahudiyyəti yaşırlar. Deyir ki, در ذکر خلافت باب اول در ذکر خلافت آدم و موسی و یوسف و داوود و سلیمان علیهم السلام به مواعظها. فصل ثانی در ذکر خلافت خلفاء راشدین اعنی چهار یار جزین رضوان الله علیهم اجمعین و نصایح الملوک و ترهیب عن الظلم و ترغیب الی حسن السلوک و بعضی مکایات و عبر. Bazı hikayat ve ibar. Bab-ı sani, iki babdan da ibarətdir. Birinci fəsl, babın özü qapıdan girdik, iki fəslə bölündü. İndi ikinci fəslə girir. İkinci qapıdan girir. Bab-ı sani der beyan əhval-i uqba. O birisi dünya haqqında danışacaqdır. Fəsl əvvəl der zikri موت و حقیقت موت و قبض عزرائیل علیه السلام ارواح را و احوال برزخ. Burada biraz da bir farsı yazıbdır. Der zikri موت
ölü ərəbcədir və həqiqət maut ölüm nədir? Və qəbz-i İsrail, İsrail nə cür insanların ruhunu alır, onu istir desin. Əleyhissalam ərvah ra. Burada ərvahı nə cür alır? Və əhvali bərzəx. Bərzəx nə cürdür? Onları tozih verəcəkdir. Elə gedib yaşayıb məsələn bunların hamısını. Adam ölümü biraz da olsa yaşaya bilər. Biraz da az da olsa az. Çünki ölüm dünyanın ən önəmli, ən şirin təcrübəsidir, amma sonra yaranır. Sonra yaşanır və bunu təkrar eləmək olmur. Amma ən şirin demək olar ki, dərdsiz, rahat və çox hızlı, amma özü o ölüm ləhzəsi ölənə bəlkə saatlar çəkir. O halda ki, məsələn, eşikdəki insanlara 1 saniyə, yarım saniyə çəkir. Amma heç birimiz doğrudan ölüb, yəni o insanlar da ki iddia eləyiblər, ölüblər, onlar da məsələn getiblər, nə deyirlər, bihuş olublar ya nə deyir, iğmaya gedirlər, onların indi bir elmi adı vardı, bir neçə gün, neçə ay, hətta bizim bir tanıdığımız var idi, o məsələn 8-9 il qaldı ICU-da, özünə gəlmirdi. Gəlmədi də, axirdə də Allahın rəhmətinə getdi, Allah rəhmət eləsin. O halətdir. Yəni, başımıza gəlir, amma əcəba ölümün özüdür, yoxsa biz ölümün kölgəsini görürük. Yəni, mənim başıma da gəlibdir, ona görə bunu deyirəm ki, bəlkə ölüm özü deyil, ölümün kölgəsidir. Ölüm bundan daha gözəldir. Fəsl əvvəl در ذکر موت و حقیقت موت، ölüm nədir, ölümün və doğrusu nədir, düzgünü nədir və qəbz İsrail, İsrailin burada nəqşi rolu nədir, əleyhissalam ərvah ra və əhval bərzəx. Fəsl sani, hətta gedir bərzəxdən danışır. Fəsl sani, در قیام الساعة و نفخ الصور و نفخ الصور و حشر اجساد مع الارواح. İkinci babda, fəslidə olacaqdır qiyam-ı saə. Qiyam ayağa qalxmaqdır. Qiyam-ı saət, yəni bir saatdir ki, orada insanlar yerdən cücərib çıxacaqlar ayağa. Və nəfx sur, sur da bir, məsələn deyək, bir şeypurdur, çalınacaq ki, insanlar onun şeyinə yerdən elə bir ki, cəngə gedirlər, savaşa yatıblar. Siz fikrin ki, bir dana ordu, məsələn, gedir savaşa, 1 milyon nəfər, 100 milyon nəfər fikrin ki, gediblər, gecə yatıblar, xəbər yoxdur. Birdən fərmandeh deyir ki, şeypuru çalın, adamlar dursunlar, hazır olsunlar, xəbərdar, gəlirəm görüşə, ya məsələn, bunların işim vardı, ya göndərirəm savaşa. Və məsələn, ordu birdən təbilləri falan, düd, insanlar orada yerdən, yuxudan dururlar, beləsi qalxırlar, indi bunlar giyiləcəklər, hazırlaşacaqlar, orada gəlib duracaqlar səfə. O qiyam o halətdir. Yerdən, amma onu yerdən fərz edir. Elə bil ki, yerdən, məsələn, indi yaz gəlib də hər şey düzəlir də, yəni yerdə ölmüşdülər, o güllər, torpaq, nədir, çəmənlər filanlar, ot, ələf ölmüşdü. İndi birdən bunlar yerdən yaz gəlibdi. O günün işığı o Sur İsrafilin şeyidir. O zırnasıdır, hər nə idi, odur. Onu çalır, o işıq gün düşəndə o çalınır. Yerdən bu ölmüş o tələflər, tazaşdan o dənələr, o toxumlar ki, tökülmüş yerə cücərirlər, qalxırlar. Ya Rəbbi buyur. O cürsə. Ehtimalən qiyamət belə bir şey olmuş ola. Təsəvvürdə insanlar bunu düşünüblər. Anlamaqları belədir. O cürdür ya o cürdəyi biz bilmirik. Amma belə anlaşıbdır, belə düşünüşübdür, belə bir dərki, belə bir idraki əldə edilibdir. İdraç da elə nəsildən nəslə gəlib bizə yetişibdir. Dər qiyam-ı saəti, burada farsca görürsünüz cümləsinin bəzisinin dər qiyami fəsl sanidir. Qiyam-ı saəti və nəfx-i sur və həşr əcsad dediyim kimi mə'l ərvah. Nədir? Ruhlar da gəlirlər, girirlər bunların cisimlərinə. Calibdir ki, bu adam onu da görübdür da, yəni belə təsəvvür eləyə bilibdir. Yəni bu da bir təsəvvürün gücüdür. Yəni insanlar
vaqiət budur ki, insanlar istəmirlər ölələr. İnsanlar istəyirlər yaşayalar, o şeylər ki, yaşaya bilmədilər və ürəkləri ilə istirdi yaşayalar, onu yaşayalar. Onun üçün bir qiyamət, bir diriliş, bir yaşayış, bir intiqam, özləri də intiqam alanmasalar, Allah onların tərəflərindən intiqam ala, bir mücazat zindanları qura, işkəncəgahları qura, orada insanları işkəncə eləyə, belə bir şeylər insanın istəyidir. Allahda mən inanmıram belə bir şey olsun. Çünki Allaha nə şey var, zərəri var ki, biz hər nə iş görsək. Biz sübdən axşamacan günah eləyək. Allaha rəddi yoxdur. Allaha hiss edilməz. Nə azaldır, nə çoxaldır. Allahın Allahlığı. Nə Allaha əsəbani eləyə bilərik, nə narahat eləyə bilərik, nə şad eləyə bilərik. Allah bizim davranışımızla şad olmaz, qəmgin olmaz, əfsürdə olmaz. Allaha bunlar təsir eləməz ki. Amma biz elə görsədirik ki, elə bir ki, Allah məsələn bizim iradəmizin davamıdır. Əlbəttə, indi o vəhdəti vücuda gələndə bəlkə biz Allahıq və Allah bizdir, belə deyəndə, onda biz özümüzü Allah yerinə qoyanda da təbii ki, o cür düşünürük da. Yəni deyirik ki, bəli də, Allah əsəbani olacaqdır, Allahın əli var, ayağı var, gözü var, qəzavət eləyəcək, məhkəməsi var, nə bilim, bizim əvəzimizdən o niyə birinə padaş verəcək? Ya niyə birini mücazat eləyəcək bizim əvəzimizdən? Mən bunları bilmirəm. Yəni niyə məsələn? Hə, orada istədiyi qanun daha üstündür. O qanun daha üstün olsa biraz fərqlidir. Çünki orada qanuna keçir. Yəni orada deyirik ki, biz bir mücazat eləyənmirik birin, Allah mücazat edir. Allah qanun hesab olur. Orada Allah mizan, tərazu hesab olur. Odur ki, deyir yaxçıdır, pis nədir? Və mücazatları da bizim tərəfimizdən o eləyir. Bizim tərəfimizdən o cəzaları da verir, padaşları da verir. Bu da o şeydir. Yəni, hər halda bunları biz Türk insanı və müsəlman insanının beyni teorini gəlişdirib, düşünüb, uzun zamanlar düşünüşdən sonra bunları bir cürə bir-birini yapışdıraraq bir dünya qurub, bir sistem qurub. Bu sistemin birazı bu dünyadadır, biraz o dünyada. Bu sistem bir-birindən qopmuş bir sistem deyil. Yəni, sistem illət-i məlul, əməl və əksül əməl, yaşamın davamı, ürəyin istəyi, yaşamadıqların imkanın ortaya qoymaq bir sistemidir. Yəni, məsələn, Quran bundan doludur. Quranda məsələn deyir ki, şirin su içəcəksiniz behişdə. Arxlar cəryandadır, su arxları. Bu məsələn arx sözü gələndə Ərəbistan, İran bu cür bir yerlər gəlir göz qabağına. Amma məsələn birdən Kanadadan ya Amerikada ya məsələn bəzi məmləkətləri görsəydi ki, arxların eni məsələn 200 metr, 300 metr, 500 metrdir, dərinliyi 10-15-20 metrdir. Onda da ona arx deməzdi, behişdən axacaqdı. Amma şirin su. Niyə ki, Ərəbistanda ya bəzi yerlərdə su şordur. Məsələn, Qumda, Xorasanda, Kəvirdə, Kəvir, lüt kəvir, tumansaq kəvir və tumanlı kəvir. Hamısında məsələn, şordur. Onun üçün behişdir. Behişdə bal yiyəcəksiniz, kərə yiyəcəksiniz. Gözəl hurilər var. Bunun sinəsi o cürdür, onun saçı bu cürdür. Yəni, tamam o şeylər ki, insanın göylü istir bir gözəlliği yaşasın. O gözəllikləri orada deyir. Ya bəzi şeyləri insan istir yaşasın, amma yaşaya bilmir burada toplumda. Onu orada deyir yaşayacaqsan. Və əhval-i ərəsat-u cəhənnəm-u xovfu cənnət-u ricau vüsət-i rəhmət-i xuda məsnəvi. Devam edir. Kitabın adını tapdıq hər halda. Gedək bunun biraz kiçiklədək kitabı səfər vura bilək. Gedək kitabın 100-ci səhifəsindən biraz oxuyaq. Mənim nəzərimə gəlir ki, burada lazım qədər dayandıq kitabın əvvəlində. Burada 100-cü səhifədən də biraz oxuyaq. Görək ki, zira əf'al məktuma bi təcəssüs ol kimsəyə sui zənnidir.
İsaət zənn əsiri məsiyyətdir. İhtimalən bunun dalısı oxusaq yaxşı olacaqdır. Görək ki, bu qəziyyə nədir? Dedik ki, bu kitab siyasi haqqındadır. Əslində, dedik bu kitabın adı, indi burada bir dəfə də yazım. Nəsihətül Muluk Tərğibən Lehüsnü's Suluk. Kitabın adı budur. Bunu da yazaq, burada gedək, burada kitabın adını dəyişdirək burada. Təfasir-i şərif oldu. Siyasi bir kitabdır bu əslində. Bunu bunu çevirək əvvəl ərəbcə türkcə eləyək. Nəsihətül Muluk li hüsnü's suluk. Kitabın adı budur. Nəsihətül Muluk li hüsnü's suluk. Tərğibən, burada bir dənə də tərğibən varmış. Onu da girək yazıydıq. Tərğibən li hüsnü's suluk. Tamam, kitabın adı budur. Və biz bunu yazdıq burada. İndi bu siyasətnamədir. Siyasət haqqındadır. Onun üçün bunun oxuması bizə çox önəmlidir. İndi gəldik bir yerə yatışdıq ki, burada Məsnəvidir. Məsnəvidən sonra fi dərəcətul ihtisab. İndi əvvəla münkiri bila təcəssüs zahir olmaq gərəkdir. Yoxsa xani dərbəstəsində sirri məsiyyət edən mübtəlayı zəlali təcəssüs. Zəllati də ola bilər. Zəllati təcəssüs və üyubi nasi təcəssüs bər bir fəhvayı kərimi və la təcəssəsu və la yuğayyib ya bəzukum bəza. Belə bir ayə də olmuş olacaqdır. O dəxi münhiyyatidəndir. Mənhiyyat, yəni nəhy olubdur, deyib ki, bu işi görməyin. İnsanların bir dörd divar arasında bir iş görürlər, hər nə iş siyasi, qeyri-siyasi, ona çox burnunuzu uzadıb baxmayın. Xəbərdar olmağa çalışmayın. Bu, o şeydir, casusluq deyirlər buna, əlbəttə, indi şeydir, mənhiyyatdan biridir. Zira əf'ali məktuməyi, məktum yəni gizli, təcəssül ol kimsənəyə su-i zənnidir. Deyir, əvvəl gələk ona su-i zənn edəsən, sonra gedəsən. Su-i zənn özü deyir, günahdır. Əsaəti zənn əsir məsiyyətdir. Ya İsər məsiyyətdir. Məsiyyətin deyir ki, su-i zənnidir. İsaət-i zənn, zənnin pisliği İsə məsiyyətdir. Zənnin özün pisliği deyir, bir günahdır. Zənn eləyək ki, filankəs orada bir pis iş görür, biz gedək bunu dövlətə xəbər verək. Kəma qalə sallallahu aleyhi və səlləm, mən min isa'əyi baxiyə əz-zənnu fəqəd isa'ə bi rəbbihi. Mən əsa'ə bi əxihi, beləsi oxumalıyıq. Qələt oxudum. Mən əsa'ə bi əxihi əz-zənnə fəqəd isa'ə bi rəbbihi. Hər kəs zənn ilə qardaşına, yəni din qardaşına deyək, toplum qardaşına deyək, bir günah nisbət etsə, bir şey eləsə, o Allahına günah eləyibdir. İnnəlləhə yəqulu ictənəbu kəsirən minəz-zənn. Allah da deyibdir ki, zənni güman eləməkdən, pis, zənn yəni pis sözdə əlbəttə, deyir ondan uzaq durun. Mərvidir, rivayətdir ki, Ömər ibn Xəttab ilə Abdullah ibn Avf bir gecə Mədini Münəvvəri hərasət edərkən Rəbiə ibn Ümeyyə ibn Xələfün xanəsinə uğrayıb rövşənayi çərağı gördülər və içəridən manənd avaz məstanə səda eşitdilər və bab xani müğləq olmaqla
Ömər Əl-Faruq Abdurrahmanı etdi. Bu babidə sənin rəy səvabın nədir? Sən nə düşünürsən səvab? Suizən demədi ha. Zənnin nədir? Səvabın nədir? Sən fikirsən ki, burada nə olur? Nə gözəl bir şey getir. Abdurrahman etdi. Ya əmirəl müminin və la təcəssəsu nəhyindən qəflət eyləmə. Biz dəxi mürtəkibi məsiyyət olmayalım. Ömər Əl-Faruq Abdurrahmanə duayı xeyr edib dönüb getdilər rəziyallahu anhuma. Nə cür gediblər ki, burada bəllidir da, gəlib adamın da adı vardı ki, filan kəs evində rəqs şey elirdi. Yəni harası bunun? Yəni hər halda Allah hamısına rəhmət edəsin. Ömər Əl-Faruq Abdurrahmanə duayı xeyr edib dönüb getdilər rəziyallahu anhuma. Amma münkiri bəla təcəssüs zahir olsa, amma münkər bila təcəssüs zahir olsa görən möminə nəhy vacibdir və nəhy etməsə ism olur. İsmi də burada 3 nöqtəli sinirləndir, yəni günah. Zira rizayı məsiyyətdir. Bir günaha razı olmaq özü günahdır. Amma biz bilsək ki, günahdır. Bizə görülməyəndən sonra nə işimiz vardır ki? 2 nəfər orada görüşürlər. Biz bilmirik nə olur, nə keçir. Orada zənn eləyək ki, onlar zina edirlər, ya livat edirlər. Bu bizi günaha soxar. Ya dövlətin əleyhinə bir iş görürlər. Əlbəttə, dövlətin əleyhinə bir iş görmək yəni bu rahatlıqda deyil, amma əgər o qədər zənni güman ilə saxt ayrı dəlail də olsa, təbii ki, onda milli dövlətimizin yanında yox. Təbii ki, işğalçı dövlətin yanında yox. İşğalçı dövlət, məsələn, indi Azərbaycan işğaldadır. Güney Azərbaycan Farsların işğalındadır və Farslar da məmurdurlar. Yəni, əslində Farsların işğalında deyil. İngilislərin, Amerikalıların işğalındadır və o da Farsların əliylə bizi idarə edirlər. Yəni, biz belə görürük ki, biz Farsların işğalındayıq, amma əslində Farslar məmurdurlar. İndi bu dövlətə bizim insanlarımız onun əleyhinə bir işə çalışsalar, bunu görüb deməmək bizə fərzdir, vacibdir və vacibdən də vacibdir və səvabdır. Himayət eləmək hətta səvabdır. Və onu İran dövlətinə xəbər vermək, Fars dövlətinə xəbər vermək günah-ı kəbirədir məncə. Bu mənim İslamımdır. Bu mən ayrısı, yəni İslam bunu demir, bunu mən deyirəm. Mənim nəzərimdən günah-ı kəbirənin kəbirəsidir belə. Çünki bir qardaş ki, bir bacı ki çalışır vətən işğaldan qutarsın, onu ölüm ayağına göndərməyə, düşmənə verməyə hər kəs yellənsə, hərəkət eləsə, o düşməndir. Və bu ən böyük günahdır. Düşmənlə işləmək, düşmənə işləmək, düşmən kimi öz millətimizlə davranmaq ən böyük günahdır. Allah bundan geçməz. Niyə? Çünki bu haqqun nasdır. Yəni, millətin haqqıdır. Millətin iradəsi millətin haqqıdır. Ona görə günahdır. Yoxsa, məsələn, bir şey ola ki, millətin haqqı olmuyor, Allahın haqqı ola. Namaz qılmasın, qılmasın, sənə nə ki? Allahın haqqı günah deyil. Amma millətin haqqı günahdır. Sən millətin haqqın özəlliklə milli dövləti olmaq və azadlıqların əlindən almaq ən böyük günahdır. Yəni, biz indi 100 ildir orada dilimiz yox, dövlətimiz yox. Əvvəl dövlətimiz yox, sonra dilimiz yox. Yəni, dövlətimiz olmadığı üçün dilimiz, o birisi haqlarımız da yoxdur. Mədənlərimiz talan olur, torpaqlarımız talan olur, şəhərlərimizdən köçməyə məcbur oluruz, dava dərmanımız yoxdur, kasıblıqda yaşırıq, tohin eşidirik, təhqir. Bunların hamısı dövlətimiz olmadığı üçün. Əgər bir diqqəli, fəqət Təbriz bəyərkarlıqda bir dövlətimiz olsa, orada yaşayan insanlar, ya ora sığınan insanlar haqqla, bir də haqlarla yaşarlar ki, məsələn, İran dövlətində olan Farslar və Farsın casusları, xainlər ki, bizlərdən vardır da İran dövlətində yaşırlar, onu da yaşarlar heç olmasa. Onun tayını öz toprağımızda yaşarlar. Bunun üçün, məsələn, kiçik məmləkətlər var, yığsaz Urmu gölü, mən bir dəfə araşdırırdım, Urmu gölü dünyada bir çox məmləkətdən böyükdür. Bir çox məmləkətdən. Qərbi Azərbaycanın cəmiyyəti ən azından bir 50 məmləkətcən cəmiyyəti var. Qərbi Azərbaycanın fəqət. Təbrizin heç olmasa 10 məmləkətcən fəqət Təbrizin cəmiyyəti var.
Buna görə fəqət orada onların hansısa Urmuc gölündə, yoxsa Qərbi Azərbaycan, yoxsa Ərdəbildə, yoxsa Zəncanda, yoxsa Tehranda, yoxsa Qumda, yoxsa Qəzvində, yoxsa Şərəfdə, yoxsa Təbrizdə, hər yerdə fəqət bir şəhər böyüklükdə bayrağımız olsa, orada assaq, oradakı hüquqi milli dediyimiz insanlar bir də hüququ yaşarlar ki, farslar ən azından onları yaşırlar. Milli dövlət, milli iradə ən azından. İndi məsələn, milli iradələri farsların gəldi, İranı, Amerikanın qabağında qorumağa çalışdı. Məsələn, bir dənə fətva verdilər, bir dənə istədilər ki, gəlin yığışın Nilüqaqların dövrəsində zəncirli insanı düzəldin ki, Amerika dövləti gəlsin, sizə görə bunları vurmasın. Yəni, insanları sipər elədi o şeylərə. Biri də adamlar getdilər, onları qorudular. Biri də dedilər, bunlar bizimdir, İranın deyil. Getdilər, qorudular. Amma nəyi qorudular? İran dövlətini qorudular. Sonunda İran dövləti quruldu. Yəni, İran dövləti qaldı. Yəni, onlar Azərbaycanı qorumadılar. Azərbaycanın varlıqlarını qoruyuruq bəhanəsi ilə İran dövləti daha çox qalsın. Yaşandı. Yaşandı. Bunlar yıxılsaydı, İran dövləti yıxılsaydı, bunlar belə yıxılsaydı, İran dövləti yıxılsaydı, bizim öz dövlətimiz qurulsaydı, özümüz də elə eyni olaraq bunları düzəldərdik və rifahımız çoxalardı, işimiz çoxalardı, haqqımız gələrdi, filanımız gələrdi. Amma indi heç birisi olmayacaqdı. İran dövləti daha güclü olacaqdı. Və mən inanmıram bu barış ki, indi barış yox, ateşkəs ki elədilər. Bu atışı kəsmək mən fikirlərimlə davam edir. Çünki iki tərəfdə böyük daş götürübdü, heç birisi bunu atmağa götürməyibdi. Qoyacaqları ilə silahlar ilə danışacaqdı. Silahları, hər iki tərəfində silahı azalırdı işlətməyə. Onları tazaşdan daşıyıb yığmağa, hazır eləməyə çalışacaqlar. Sonra yenə də dava başlanacaqdı. Tamam, buradan da biraz oxuduq. Gedək 200-ci səhifədən, yenə bunları qısaltmalıyıq. Gedək 200-ci səhifəyə. 200-cü səhifədə bu barmaq əlaməti olan yerləri də gördük. Biraz üstə geçsək, bu ayə hardan başlanır? Burada görürük ki, tamamən qırmızı xətlər çəkilib. Bu səhifə çox cəlibdir. Mən bu qədər ayə, bu filan ki, burada yazılıbdır. Heç yerdə bu kitabda görməmişdim bu qədər. Yazılmış ki, dərzikri. Bu qırmızıdakı yazıb dərzikri. Yenə bunu kitabın nüsxəni yazan yazıbdır ki, titr qoysun. O türkcə ilə değiştirir. Bəlli olsun, həm qırmızı rənginə, həm də farsı yazmaqla istəyir deyək ki, bunu mən yazmışam, nüsxəçi. Bu kitabın əslində dərzi ki, bəzi əhadis-i şərifə در حشر اعمال در روزی حساب و صلات و صیام و قرآن و کعبه و İslam و غیرها من الحسنات. Allahın məsələn deyir ki, o günləri gələcək sənə deyəcək ki, məsələn niyə oruç tutmamısan? Niyə məsələn bunu niyə soruşacaq Allah? Məsələn, Allaha xeyri var idi, zərəri var idi mənim oruç tutmağımın. Namaz niyə qılmamısan? Allaha xeyri var idi, zərəri var idi. Çünki bu, Allaha bir şeyin ki, xeyri, zərəri yoxdur, niyə ondan məni məsul tutacaq? İlla ki, deyək, Allah bir bəşərdir. Deyir, mən bir qanun qoymuşam, bundan getməsən, səni mən asaram, kəsərəm. Amma bu Allahın qanunu deyil ki. Bəlkə də Allahın qanunudur, bilmirəm, amma hər halda Allaha xeyri, zərəri olmadığı üçün bu bir şeyin ki, xeyri, zərəri yoxdur, Allaha niyə gərək bunu mühakiməyə çəkə? Yəni, mənə sual budur. Siyam, Qur'an, Kəbə, İslam və qeyruha minəl həsənat. Gəlir ondan sonra ərəbcə Əxrəcə Əhməd və Təbərani ən Əbi Hüreyrə qalə Rasulullah sallallahu aleyhi və səlləm təcə ə'malə təcəlli əl-ə'malə ehtimalı olacaq ya təcəlli olacaqdır. Təcəlli əl-ə'malı yevmil qiyaməti تبتها الصلاة فتقول يا رب أنا الصلاة فيقول إنك على خير فتجعد da fəthi deyilmiş. Təcəl ə'mali yevməl qiyamətə. Ə'mallarımız qiyamət günü gələrlər. Təcə'ül ə'mali yevməl qiyaməti fədəci'us salat. Əvvəl namaz gələcəkdir. Şikayət edir. Məni qılmayıblar. Yox olmayan namaz necə gələcək şikayət eləsin? Yəni, məsələn, deyəcək ki, mən bu adam məni qılmayıbdır. Fətəqulu ya Rabbi ənəs salat. Fəyəqulu
İnnəkə ələ xeyrin fətuci əs-sədəqə. Ondan sonra sədaqə gələcəkdir. Fətəqulu ya Rabbi ənəs siyam. Sədaqə gələcəkdir. Nəcür olacaq? Deyəcək siyam. Tamam. Beləsi davam edir. Nəqdinə girməyək. Bunları nəqd eləməyək. Bunlar hər halda bir əl vurulmaz bir düşüncələrdirlər. Çox hədis olduğu üçün, ərəbcə olduğu üçün bu səhifədən keçək. Bir ayrı səhifədən biraz oxuyaq. Bu 1201-ci səhifədə biraz Türkçə görsün. Hasıl kəlam xof ilə rica mürği cənnət aşiyan olan iman üçün manəndi cənahin olub. Əshab iman iqan cənahan xof و rica ilə tair havacir avc riza olurlar. Zira infisal və ittisaldən müqəddəs olan Cənab-ı Zülcəlal və Cəmalə xof و rəcadən özgə təriq visal olmaz. Ah kim asar qəhru cəlal olan bətşi şədid nikalidən necə xof olunməsin ki hulqum neyran dəryaları nuşi etsə hərgiz Rəbbani olmayıb, hərgiz rəyyan olmayıb nəri həl min məzid ilə tabiş و suzişinə futur olmaz. Bu cəhənnəm məsələsi Yahudiyyətdən gəlmək məsələdir İslam'a. Bunu da ben əgər burada olsa gedək buradan. Əcəba Qur'an-ı Kərimdə cəhənnəm haqda gələn ayətlərin kökü Yahudiyyətdən İslam'a və Həzrəti Muhammed sallallahu aleyhi və səlləm min dilinə gəlmiş mi? Əcəba Qur'an-ı Kərimdə cəhənnəm haqqında gələn ayətlərin kökü Yahudiyyətdən İslam və Həzrəti Məhəmmədin dilinə gəlmiş ola bilərmi? Ola bilərmi? Tamam. Beləsi bir cümlə qulaq asırıq ki, bu dinlər tarixi və sözcük bilimi etimoloji baxımından çox maraqlı və üzərində geniş bəhslər aparılan bir qonudur. Bu məsələyə həm dilçilik, həm də inanışların tarixi seyrində baxsaq bir neçə önəmli nöqtəni görərik. Əlbəttə bura bir şey də yazsaydım ki, bu qonunu təəssübsüz açıqlar mısın? Ne oldu? Aydat. Açıklar mısın? Tamam, görək ki, bu haqda nə yazır? Bu maraqlı və elmi bir qonudur. Cəhənnəm kəlməsinin kökü və onun dini ədəbiyyatdakı yeri dilçilik və dinlər tarixi baxımından uzun müddətdir ki, araşdırılır. Bu mövzunu təəssübsüz bir şəkildə tarixi və etimolojik kök bilgisi, faktlarla açıqlamaq olar. Kəlmənin hinum ilə bağlıdır. Bu sözün əsli mənası Hinom dərəsi deməkdir. Hinom dərəsi nədir? Bu da cəlibdir. Mən bunu burada yazdım. Tarixi kök. Əl-Qudsun, Əl-Quds, Urşəlim ki deyirlər onu.
cünubi qərbində yerləşən bir dərənin adı idi. Tamam, özü yazıbdır. Pəs bu Hinom dərəsi Qudsun, yəni Ürşəlim indi deyilir, onun cünubi qərbində yerləşən bir dərənin adıdır. Yəhudiyyətdəki yeri qədim dövrlərdə bu dərə bəzi bütpərəstlərin öz ovladlarını Muluq adlı buta qurban verib odda yandırdıkları bir yer kimi tanınırdı. Bir dərəymiş, orada butlar var imiş, uşaqların oğlan ya qız aparırmışlar, orada kəsilmişlər qurban olaraq, sonra da yandırırmışlar. Sonralar Yəhudi ədəbiyyatında bu məkan günahkarların cəzalandırdığı mənəvi bir cəza yerinin rəmzi oldu. Yəni, bəlkə sonralar bəzi günahkarlar aparıb orada yandırırmışlar, öldürürmüşlər, kəsirmişlər, dara asırmışlar. Bu cürsə bir yer olubdu. Qorxunc bir yer olub. Daha da indi oradan keçmək, məsələn, bizim bəzən bizim qəbristandan keçmək çox çətindir. Qəbirlər zatlar da batır, gedir filan. Həmin çox biz saxlayırıq müsəlman olaraq dedənələrimizin qəbrin. Hər yerə bir adam qoyuruq, orada işləsin. Bir dənə qəbristana bir dənə adam tutaq, daimən bura yetişsin, buranı şey eləsin, eləmirik, nədən isə. Və ölülərimizin qəbirləri çox qorxmalı bir yerə çevrilir. Əslində ölülərimizdə günah yoxdur. Əriyiblə torpaq olub, oradan çıxıb bizə bir iş görməyəcəklər, gecə gedək, gün gedək. Amma qəbristan tamamən qorxaq bir yerə çevrilir, qorxulu bir yerə çevrilibdir və bəzi pis işlər orada ola bilir. İnsanlar da qorxduqlarından ora getmirlər, məsələn, gecələr və bəzən də orada görürsünüz ki, biri günah bir iş görür, ya bir qaçaq bir iş görür. Adamlar da oradan keçəndə bir səs salırlar, ya qorxudurlar, ya vururlar, ya tuturlar, ya döyürlər, ya təcavüz edirlər. Bu da o bahis olur ki, qəbristandan qorxulunsun. O halda ki, bunu çox rahatca bir-iki nəfər orada istihdam edib, onlara bir ayda bir pul verməklə o qəbristanın sınıq salxağını düzəldələr, əkinəcəyini əkələr, dövrəsinə çəmən əkələr qəbirlərin. Gözləri üstündə ola, çox da gözəl bir yer olar əslində. İnsanlar da o qədər ölümdən və qəbristandan qorxmazlar. Burada o cür bir cəza yeriymiş. Məsələn, bizdə zindanlar, məsələn. Bizdə zindanlar, ittilaat idarəsi çox qorxulu bir yerdir. İnsanlar orada şikəncə olurlar, orada kötək yeyirlər, orada haqlarını ala bilmirlər, hər şeydən məhrum olurlar. Elə o cür bir şeydir əslində. Zindan indi o cürsün. Görək burada nə deyir? Quranda cəhənnəm və öncəki köklər. İslam inanınca görə Qur'an-ı Kərim özündən öncə gələn ilahi dinləri, Turat və İncili təsdiq edən bir kitabdır. Bunu biz bilirik. Bu baxımdan eyni, əlbəttə 5 dənə kitabı təsdiq edir. Bu baxımdan eyni kökdən gələn məfhumların Qur'anda işlənməsi təbii qarşılanır. Yəni oradan bir şey gəlib bura, təbii ki, İslam da bunu qəbul edib. Dedim də 20 dənə peyğəmbər oradan gəlibdi. Bu 20 peyğəmbər hər nə kəlməni işlədiblər, İslam da onu qəbul elədiyi üçün o qavramlar cəhənnəm də oradan gəlibdi. Dillərin təması. Hz. Muhammed sallallahu aleyhi və səlləm dövründə Ərəbistanda Yəhudilər və Xristiyanlar, Məsihlər yaşayırdılar. Sami dillərin İbranicə, Süryanicə və Ərəbcə. Bu üç dənəyə Süryani dillərdir, Sami dil deyirlər. İbranicə, Süryanicə və Ərəbcə biri-birinə yaxınlığı bu terminlərin keçdiyini anlaşdırır. Məfhumun genişlənməsi. Qur'an-ı Kərim cəhənnəm kəlməsini qəbul edərkən ona daha geniş və sistemli bir uxrəvi, axirətlə bağlı məna yüklədi. Qur'anda bu söz yalnız bir coğrafiya adı deyil daha. İlahi ədalətin bir parçası olan əbədi cəza məkanı kimi təsvir olunur. Dedim ki, bunu da türklər yaradıblar. Mən Qur'anda belə bir şey var ya yox, onun haqqında danışmaq istəmirəm. Müsəlmanlar belə bir düşüncəni alıblar Yəhudiyyətdən, Qur'anda da buna işarə ola bilər. Bunu özləri inkişaf elətdiriblər, düşünərək, tartışaraq yekəldiblər. Elmi yanaşma, təsir yoxsa eyni qaynaq. Bu məsələyə iki fərqli baxış bucağı var. Tarixi tənqidi baxış. Bu görüşə görə İslam özündən öncəki Yəhudi və Məsihi ənənələrindən və onların lüğət fondundan, sandığından, dağarcığından faydalanaraq yeni bir dini kəlam yaradıb. Yəni kəlmə və məfhum o söz qaynaqlarından ərəb dilinə və dini təsəvvürünə
daxil olubdur. Dini kəlami baxış. Müsəlman alimlərə görə, gəldi alimlərə, bütün peyğəmbərlər eyni mənbəədən, vəhyidən su içdiyi üçün bu kəlmələrin oxşarlığı onların öz istəkləri ilə deyil, həqiqətin bir olduğu ilə bağlıdır. Yəni, Tanrı hər dövrdə öz pəyamında eyni həqiqəti cəza yerini eyni söz kökləri ilə bildirmişdir. Məncə belə bir şey yoxdur. Çünki hər dildə qavramlar fərqlidir. Biz o qavramları bir dildən bir ayrı dilə daşıyırıq. Nəticə, cəhənnəm kəlməsinin İbranicə cehinumdan gəldiyi elmi bir görüşdür və dilçilik baxımından sabit olunmuşdur. Bu, Qur'ani məfhum qavramların tarixi bir prosesdən keçdiyini və öncəki ilahi sünnətlərlə bir rabitədə olduğunu göstərir. İslam bu kəlməni Yəhudiyyətdən köçürmək yerinə onu öz inanc sistemi içində yenidən formalaşdırmış və əbədi bir məna qazandırmışdır. Tamam, bu qədər yetər. Dedim ki, bu da oradan gəlibdir. Əgər bir daha da əlbəttə sual soruşmaq olar ki, bu qavram və anlayış hangi ildə Həzrəti Muhammed tərəfindən vəhy olaraq müsəlman toplumuna bildirilmişdir. Cəhənnəm qavramının və vəhyinin dəqiq bir ildə başladığını söyləmək çətindir. Əlbəttə ki, söyləmək rahatdır. Çünki biz bilirik bu qavram hangi il Həzrət Məhəmməddən gəlir. Önüncü mərhələlərində nazil olan surələrdə yer almışdır. Bu qonu tarixi bir çərçivədə belə açıqlamaq olar. Məkkə dövrünün ilk illəri miladi 610 ta 15. Yəni 5 il əvvəldə. Həzrət Muhammed sallallahu aleyhi və səlləm peyğəmbərliyin ilk illərində Məkkə əhalisini təvhidə dəvət edərkən axirət, hesab günü, cənnət və cəhənnəm mövzuları dəvətin əsasını təşkil edirdi. Ola bilər. İlk surələr Qur'anın kiçik surələri, məsələn, Əl-Müddəssir, Əl-Ənəbə və ya Əl-Əla kimi surələr bu dövrədə nazil olub. Bu surələrdə cəhənnəmin təsvirləri çox canlı və uyarıcı, xəbərdarlıq edici bir şəkildə verilir. Yəni, miladi 610-cu ildən etibarən bu qavram ilk vəhiylərlə bərabər müsəlmanların zehninə daxil olmağa başladı. Məfhumun tədrici formalaşması, cəhənnəm kəlməsi və onunla bağlı cəza anlayışı bir kürədə deyil, 23 ildə bir kərədə olacaqdır, bir kürədə deyil. 23 illik vəhy müddəti boyunca fərqli mənalar və ayrıntılarla təkmilləşdi. Məkkə dövründə daha çox insanları əxlaqi yanlışlardan və bütpərəstlikdən çəkindirmək üçün bir cəza məkanı kimi təsvir olundu. Mədinə dövründə cəhənnəm məfhumi daha çox hüquqi, ictimai və münafiqlərlə bağlı qonularda bir oyarı və vasitəsi kimi işləndi. Yəhudiyyət və Kristianlıq ilə təmas nöqtələri. Tarixi araşdırmalar göstərir ki, Hz. Muhammed sallallahu aleyhi və səlləm Məkkə dövrünün ortalarından etibarən, yəni təxminən 615 ta 620-ci illərdə Yəhudi və Məsihi ənənələrindəki peyğəmbər hekayələri və teolojik qavramlarla daha sıx bir rabitə quran vəhylər gətirmişdir. Bu dövrdə nazil olan surələrdə öncəki kitab əhlinin də tanıdığı terminoloji, o cümlədən cəhənnəm kökü daha geniş izah edilmişdir. Cəhənnəm anlayışı vəhyinin ən ilk günlərindən, yəni miladi
610-cu ildən etibarən müsəlman toplumuna bildirilmişdir. Lakin bu kəlmənin İbranicədən gələn tarixi kökləri ilə Qur'anın içindəki istifadəsi arasındakı dil təması Məkkə dövrünün ortalarında nazil olan daha uzun və qısas peyğəmbərlər hekayələri göstərir. Tamam. Dedik ki, kim asarı qəhr-ü cəlal olan bətşi şədidi nikalidən necə xof olunmasın ki, hulqum niran dəryaləri nuş etsə hərgiz rəyyan olmayıb, nəri həlmən məzid ilə tabiş u suzişinə futur gəlməz və cəhimə nəfsi şum vəlimidən özgə misal olmaz. Zira Haqq Teala nəfsi surəti duzəxdə xəlq edib əvvab dəbəqat cəhənnəm müqabili nəfsə dəxi sifati səbə hirs, şəhvət, büxl, həsəd, kibr, ücb, qəzəb xəlq etdi ki, ərbabi sifat məzburə hər biri ilə daxil dərəkat dar uqubat olurlar və hər kim ki əxlaqi rəviyyə nəfsiyyeyi zəkiyyə rəviyyeyi nəfsiyyeyi zəkiyyeyi edərsə dərəkat naridən xilas olub naili dərəcat cənnat olur. Əl-Haq nəfs əmmarə bir əjdəri həft sərdir. Həft sər və əxcəri pürşərər səgərdir ki, cümleyi dünya və dövləti və dərya nemət və servəti xurd aşam qılsa ədəm-i qinaət ilə həl min məzid fəryadın edər. Tamam edir, beləsi devam edir. Gedək kitabın sonuna ki olur oradan bir şeir görürəm. Bu şeiri oxuyayım görüm ki bu şeir hangi dildədir. Çizi digər نیست همه دیداری همه حیران شده اندر جمالش نمی silinib yazılmışmış silinib kəsani 11 indi bunu görək nədir? Kəsani kanverin riba hamısın deyərlərinə şək gelirlər. Allahu ələm, yəni mən şək gelirəm dediklarıma. Yəni bunda mütəzəlzildir. Bu mənim düşüncəmdir dediklarıma. Yəni bunda mütəzəlzildir. Bu mənim düşüncəmdir. Cenab-ı burada vallahi bu mənim düşüncəmdir. Cenab-ı burada vallahu zahir və la ilahe illa ente kema huve tevhid zatik velhamdülillah ya kema yenbği li celali vechike ve cemili sifatike la ehsasena aleyke ente kema esneyte ala nefsike əsəlükə burada bir kəlməni yenə üstün qələ deyiblər. Tazaşdan özləri bir ayrı xəttinə ki, kitabla heç ilgisi yoxdur. Bu xəttin sorular ola bilər. Yazıblar. Ma hədisi da belə zatikə belə bir şeydir və vəhdaniyyəti əsmaikə və fərdaniyyəti sifatikə əntər tarixi təlifi oxuduq. Dedik ki, bunu təlif daxilin adını yazdıq. Çağını da taparıq. Əlbəttə tarixi yazaq. Tarix yazarı da yazmışdıq, əgər səhv eləmisəm. Bəli, şarih məsnəvi. Amma bu məsnəvi deyil. Cəlib budur ki, bu məsnəvi deyil. Mən şarih yazdıq, bu şarih yazaq. Amma bu məsnəvi deyil. Yəni ehtimal. Amma bu məsnəvi deyil ki, bu müəllif. Müəllif yazan bu adam ki, bu kitabı yazıbdır onu. Və qəd ittəfəqəl fəraqı min tətmiqihi bi fəzlullahi və tevfiqihi alə yədil müəllif. Müəllifin adını min cəmadül axər səni tis'ə və xəmsin 59 və əlif min 59 yazıbdır və əlif min hicrətin nəbəviyyəti ələ sahibha əkməl təhiyyəti və nə əfqəril İbad ila rahmetullah el-kerim el-cevad Abdullah ibn Es-Seyyid Muhammed ibn Abdullah tamam. Bu yazan kimdir? Tamam. Bunu buradan götürək. Bu o şarih-i məsnəvi ki yazmışdıq, onu götürsək yazar.
ya adlı odur. Seyyid Məhəmməd ibn Əl-Beyrami olacaqdır. Əl-Beyramisini burada yazmayıb çünki şeyin atasının adını yazıb, Beyramini sonra yazıbdır. O düz imiş. Üstə yazmışmışıq, düz imiş. Abdullah ibn Seyyid Məhəmməd ibn Abdullah Əl-Qustantəni Əl-Qustantəni Mevliden ve mutinen el-Beyramiyil Celveti. El-Beyramiyil Celveti. Tamam, kitabı yazan budur. Elə orada ki, yes oxurdum, dədəm də məni vurmuşdu. Onun üstündə Allah Teala rəhmət eləsin. Gəldi, yadımıza düşdü. Quran oxuyanda o Sure-i Yasin'i yes oxudum. Uşaq da adam nə bilir ki, bu nədir olub? Gələ öyrədəsən, öyrətməmsən, niyə vurursan ki? Amma Allah rəhmət eləsin, İngilis oxumursan ki, oğlum, Quran oxursan. Səhifədə görək ki, şeirin davamı nədir? Ki, bunda mündərəcdir çox fəvaid bülür hər taifə bulurd hər taifə ondan əvaid umur axirət əhval dünya hər ikisi umur axirət əvamə ləfzi, yəni bunun oxusa, biri qulaq assa, özü alsa, deyir ki, bundan bir heç oxumuram da, yəni oradan buradan bir şey. Xüsusən etiqadi əhli sünnət olur möhkəm okunduqca bu hüccət oxunduqca, yəni bu kitabı oxuyandan sonra okunduqca bu hüccət sülûk-i əhli görər cümlə məqami olur cüyay mə'ni feyz kani fususul ad gene yadımdan çıxdı. Fütuhat-ı Leçən və Fütuhat-ı Məkkiyə və Fusul-i Şəriət. Bunun hər bax açar oxuyaq. Olunsa ləfz-i mənası təcəssüs mütabiq görünür afaf dəri türki و tazi müsennif və lekin yoxdur ellərdə bu üslub bu səmti əhsən-i bu soğ-i məğrub zehi ustadidə ənam-ı kamil nam-ı kamil ki olsa bu rütbəyə təlifi vasil nə dana çeşmisari əql feyyaz nə kamil cوهرli گرد اعراض جروح اهل حقün dilpəsəndi vəhid و dəhr Abdullah Əfəndi. Abdullah Əfəndi yazanın özü də bu şeirdə özünü axirdə tanıtdırır ki, mən Abdullah Əfəndiyəm. İndi davamı var şeirin ehtimalən. Burada qutardı, amma bir ayrı şeir başlı. Görək ki, hər təlif və hər təsnifi anun, yəni Abdullahın davamıdır. Əlbəttə, burada xət səhti ayrıldı, amma nəzərə gələn şeirin davamıdır. Ki, hər təlif və təsnifi anun olubdur nüsxəsi feyzi xudanun. Yenə burada bir cümlə yazıbdır, içində bir qələti var. Onu eşikdə yazdığı şərhidir. İndi bunu yazıbdır ki, xüsusa məsnəviyyə yazdığı şərh. Məsnəviyə bir yazıb, şərh yazıbdır. Pəs bunun bir döndə məsnəviyə şərhi var. Abdullah, oxumuşuq bəlkə. Abdullah ibn Məhəmməd Beyrami. Bu Beyrami cəlvətindən biz oxumuşuq, düzdür. Onun bir döndə məsnəviyə bir şərhi vardı. İndi onu bir də xüsusən məsnəviyə yazdığı şərh. Burada da yazıbdır, yazdığı şey. Şərhi deyil, şey yazıb. Ehtimalən xüsusən məsnəviyyə yazdığı şərh edir çox müddəinin şahidin cərhı. Müzəyyən və
müzəyyən düsəxxər çilkinə qanun imla. Bu cümlə silinib yenə Tazaşdan bir ayrı xətt ilə yazılıbdır. Bu xəttə heç bir ilgisi yoxdur. İlgisi var, deyək ki, yoxdur, biraz şey olur, amma hər halda buranı siliblər Tazaşdan, bu cümləni Tazaşdan yazıblar. Fununi zahirə bir bağı pürgül. Zəbani nüştesənci anda bülbül. Ulum-i batinə bir roze-i can. Nükat-ı paki anda dur-u reyhan. Nükat-ı paki anda dur reyhan. Verdu reyhan olacaqdır. Nükat-ı paki anda verdu reyhan. Ver qızıl gül. Olub səmt-i suluki şərh təhqiq rəfiq olmuş ana, bu yolda tevfiq bulub sərçeşmeyi tevhid zati, əcəb nuş eyləmiş abi həyati. Dəruni nur cəzbilə münəvvər, sözündə nüşte-i tevhid müzəmmər ya müzmər. Sıfat-ı batini ola ziyadə, vücud-i zahiri hifz xudadə. Buna təlif baci təqrir, çün oldu xane-i himmətle təhrir. İhtimalən burada bir şey olmuş olsun. Kitap burada kurtarır. O birisi səhifədə də iki dənə bir şey yazılıbdır. Biri ərəbcədir, hətta şeydir, türkcədir hər ikisi. Birini oxumuşduq, hədisdir. O birisi də onun davamıdır. Buyuruldu və əmma Murisi Davudidən maəda haqqı cəllə və əla məvahibi layetnasindən Süleyman əleyhisselamə ol qədər ehsan-ı əta etdi ki, Süleyman cəhandar buyuruldu və əmma Murisi Davudidən maəda haqqı cəllə və əla məvahibi layetnasindən Elhamdülillahillezî melikis semavati vel arz ve lem yettehiz veleden ve lem yekun elhamdülillahillezî lehu melikis semavati vel arz ve lem yettehiz veleden ve lem gene ilə həman cümlə təkrar olubdur ya da nəzərə gələn hər halda bundan bizə daha bir şey yoxdur. Kitab burada qutarır. Əslində bu kitab iki bölümdən ibarətdir. Kitabı özü dedi ki, bunun çağını əlbəttə axtarırıq, indi bunu taparıq. Burada bir tarix verdi, 1059. Bu kitab o tarixdə müəllif özü yazdı. Daha bu xəttatdan xəbər yoxdur burada. Amma biz vuruşaq və bugünkü proqramı burada bitirməyə gedək. Sultan Məhəmməd Xan ibni Sultan İbrahim Xan ibni Sultan Əhməd xan. Görək ki, bu haqda bizə Sultan Məhəmməd xan ibni Sultan İbrahim xan ibni Sultan Əhməd xan düzdür yazmışıq. Görək ki, burada bizə bu haqda nə deyir? Həzrəti Sultan Məhəmməd Çaharrum, 4-cü Sultan Məhəmməd. Qırmızı ilə bunu yazaq ki, bəlli olsun, bunu sonra əlavə eləmişik. 4-ci Sultan Məhəmməd məşhur bir avcı. Avcı Məhəmməd. Avcı Məhəmməd Osmanlı sultanının ən maraqlı və uzun müddət hakimiyyətdə qalan padişahlarından biridir. Onun nəsəbi siz qeyd etdiyiniz kimi böylədir. Sultan Məhəmməd xan, Sultan İbrahim xan, Sultan Əhməd xan. Bu silsilə haqqında bəzi önəmli nöqtələr. Sultan Məhəmməd Çaharrum niyə bunu hicricə yazmayıbdı? Görək yazıbdı, yazmayıbdı. Tarixləri hicri yazar mısın? Tarixləri hicri yazsa biz daha rahat bundan geçinərik. Sultan Məhəmməd Çaharrum ya 4-cü Sultan Məhəmməd, niyə farsça yazıb burada? O 7 yaşında təxtə çıxıb. Və Osmanlı tarixində Sultan Süleyman Qanunidən sonra ən uzun müddət 39 il səltənət edən padişahdır.
Onun dövrü köprülülər dövrü kimi təyidə tanınır. Çünki dövlət işlərini daha çox sədr-əzəmlərə tapşırıb, özü isə şikarla, avçılıqla məşğul olduğu üçün avcı ləqəbi alıb. İkinci Viyana mühasirəsi onun dövründə baş verib. Atası Sultan İbrahim. Sultan İbrahim Dəli İbrahim kimi də tanınır. O, qəfəs sistemində uzun və dövlət içişdirərək Əkbər və Ərşəd ən yaşlı və ağıllı üzvün təxtə çıxması sistemini gətirmiş və şahzadələrin öldürülməsi ənənəsinə qarda doğumu niyə yazmayıbdı bunları? İşi nədir oldu? Orada 39 demişdi, burada 41 dedi. Təxtə çıxması 18 Rəcəb 1058. İncə əhd-i xilafətlərində ovqat-ı illiyə və saat isə bunların bir yerində xanın doğum və ölüm tarix yazarmız. Sultan Məhəmməd 1058'də. Tamam. Seyid Məhəmməd İbni Abdullah olacaqdı. Orada İbni yazmamışam. Gedək axirə. Tamam. Əl-Qüstəntanini qələt yazmışıq. Sizin zikr etdiyiniz bu şəxsiyyət, yəni Abdullah ibn Seyyid Məhəmməd Əl-Qüstəntani məşhur adı ilə Əziz Məhmud Hudayi Həzrətləri, Əziz Məhmud Hudayi Həzrətlərinin xəlifələrindən və ya o silsiləyə mənsub önəmli bir mütəsəvvif ola bilir. Xasə Əl-Beyrami Cəlvəti nisbətləri onun vəli tərəfindən qurulan bu təriqət Osmanlı nüfuzunda burada dərs verdiyini göstərir. Elmi və ədəmlik kimliyi. Bu adla tanınan şəxslər ümumiyyətlə həm 8-ci Osmanlı əlyazmalarında bu cür adlarla başlayan bir çox o deyil. Buna 11-ci deyəcək. Yüzilin ortaları, 11-ci yüzilin ortaları. Əvvəlin adını buradan götürək. Abdullah ibn Beyrami el-Cəlvəti. Bir və 8 yaşmış görünür. Bu siyasətnamənin ismi Hətülaya bilər misin? Əlbəttə eşitdiyimə görə bilər misin? Əlbəttə eşitdiyimə görə gərək bunlardan bir sual soruşasan. Yəni 2 sual soruşanda heç birisini eləmirlər. Yəni vəsətdə özləri avara qalır. Onun üçün gərək biz kitabda aylardan sual soruşanda dəqiq bir sual soruşaq. 2 sual ya çoxlu geniş sual soruşmayaq. Sizin bu tapıntınız öncəliklə tarixi və bibliografik baxımdan çox qiymətlidir. Abdullah ibn Seyyid Məhəmməd Əl-Qüstəntani məşhur adı ilə Şarih-i Minar tərəfindən yazılan bu əsər Osmanlı nəsihətnamə və siyasətnamə ənənəsinin önəmli nümunələrindən biridir. Bu zat və onun əsəri haqqında topladığım bilgilər belədir. Müəllif Abdullah ibn Seyyid Məhəmməd Əl-Qüstəntani. Əlbəttə burada bu adam yetim böyüyübdür. Çünki həm özü adı Abdullahdır, həm dədəsinin adı Abdullahdır. Ona görə ehtimalən bu nənəsi qarnında olanda hələ doğmamışdan dədəsi mərhum olubdur. Ona görə dədəsinin adını veriblər buna. Biz bunun adını görürük. Nə mənə? Abdullah ibn Seyyid Məhəmməd. Yox, dədəsi Seyyid Məhəmməddir. Bu Seyyid Məhəmməd Abdullahı görüb yox, hər ikisi görübdür. Tamam. 1-ci Hicri yüzilin tanınmış alimlərindən və sufilərindəndir. Nisbəti
Əlbeyrami Cəlvəti olması onun Əziz Məhmud Hudayi məktəbinə bağlı olduğunu göstərir. Bu təriqətin mənsubları Osmanlı sarayı və padişahları ilə həmişə yaxın rabitədə olublar. Elmi kimliyi, o, eyni halda usul-i fiqh sahəsində məşhur olan Minarül Ənvar kitabına yazdığı şərh ilə tanınır. Şarih-i Minar. Bunun da adını yazaq. İndi burada Şarih-i Minar. Vəfatı. Onun vəfat tarixi bir çox qaynaqda vəfatı əsəri Nəsihətül Mülk tərğibən li hüsnü sülük. Bu əsər uşaq yaşda təxtə çıxan Sultan Məhəmməd Çaharrum o zaman 8 yaşında idi, üçün bir yol xəritəsi kimi qələmə alınmışdır. Yazılma səbəbi 1058-1059 Hicri illəri Osmanlı dövlətinin ən qarışıq dövrlərindən biri idi. Sultan İbrahimin qətlindən sonraki dövr bir Cəlvəti şeyxi olaraq Abdullah Əfəndi gənc padişaha dövlət yönətimi, ədalət və əxlaq dərsləri vermək istəyirmiş. Mühtəva. Kitabda padişahın rəiyyətlə davranışı, vəzirlərin seçilməsi və ədaləti bərqərar etmək haqqında sufiyanə və siyasi tövsiyələr yer alır. Oxumadıq, təəssüflə görək ki, nədir? Amma din içində olur. Dil. Əsər ümumiyyətlə ərəbcə yazılmışdır, lakin Osmanlı dövründə bu əsərin türkcə şərhləri və tərcümələri də edilmişdir. O halda ki, belə deyil. Əsər kamilən türkcədir. Tarixi əhəmiyyət 1059 Hicri. Sizin zikr etdiyiniz 1059 Hicri ili Sultan Məhəmmədin səltənətinin 2-ci ilinə bərabər gəlir. O dövrdə padişahın naibəsi olan Xədicə Xatun Sultan, naibidir bu. Yəni, çox güclü bir xanımdır. Dövləti idarə edirdi. Bu kitabın o tarixdə təqdim edilməsi sufi təbəqəsinin yeni padişahın tərbiyəsinə nə qədər əhəmiyyət verdiyini göstərir. Bu kitabın nüsxələri haqqında. Bu əsər əlyazma nüsxələri dünyanın bir çox kitabxanalarında, özəlliklə İstanbul Süleymaniyyə kitabxanasında, məsələn, Əsəd Əfəndi və Əyasufiya bəxşənələrində mövcuddur. Sözümüzün sonunda sizin əlinizdə olan məlumat və ya nüsxə bu zatın şəxsi qeydiləri və ya xas bir instisaq nüsxəsi midir? Bəli. Əgər bu əlyazmanın üstündə çalışırsınızsa, onun xatimə hissəsindəki qeydlər müəllifin həyatı haqqında daha gizli qalmış məlumatları üzə çıxara bilir. Bu əlyazmanın xətti, nüsxə, təsərrüf və kağız üzərindəki. Tamam, bundan bir əks də verək kitabdan bu görsün. Məncə bu 2 səhifə çox yaxşı olar. Çünki eyni halda həm kitabı göstərər, həm də yazının kim yazdığın, tarixin bunu göstərər. Bu da cəlib olar. Bu bizə bir yaxşı məlumat bu haqda verə bilər. Məncə bu nəstəlikdir. Da özəl qılır. Adı ki ərəbcədir, oradan getdi, dedi ki, Cəlvəti məktəb təsəvvüfü və türkcə nüsxələrdə ümumiyyətlə bu başlıqlar diqqət çəkir. Ədalət və rəiyyətpərvərlik, padişahın tanrı qarşısındakı məsuliyyəti, padişahın tanrı qarşısındakı məsuliyyəti. Buna dair tənqid başlayır. Yoxsa mətn içində bölümü varmı? Varmı? Var. Əgər öncəmli alınmış bölümlərdən çoxlu faydalar var və əsrarlı mənalar açıqlanıb.